Kanalımıza verdiği desteği için New Yorker brendine büyük teşekkürümüzü bildiririk. Axşamınız xeyir olsun əziz sənətçilər və mənim bir nömrəli qız fanatlarım. Hamınızı çox sevirəm. Bilirsiniz ki, məni görməyə bilirəm nə qədər şadsınız. Son verişlərdən gördünüz ki, artıq biz Türkiyəyə çıxmışıq, qlobala çıxmışıq. Əlbəttə tepkidən sonra biz ancaq və ancaq bu qanalı çəkə bilərdik. Əlbəttə bizim bugünkü qonağımız cəzadır. Amma ki biz o Türkiyədəki cəzanı bəyənmədiyimizə görə biz öz cəzamızı bəyənirik və bugünkü qonağımız Cəza 22-dir. Altay xoş gəlmisən. Xoş gördük. Təşəkkür edirəm dəvət Doğrudan üçün. mən o cəzanı bəyənmirəm, amma mən çox sənə qulaq asmışam. Zövq məsələsidir. Zövq məsələsi deyəndə mən məsələn nə bilim, daha çox o stil, o Flex rap bəyənmirsən. Yox, bəyənirəm, ümumi onda bəyənmirdim. Amma düz deyir, uşaqlıqda qulaq Onda asmışam. Sagopanı bəyənirsən. Sagopan fanatısan ki, cəzanı bəyənirsən. Ümumiyyətlə türk repindən heç kim bəyənmirəm. Mən başa biz qulaq asmamışıq. Anti-Türk repi biz daha çox rus replərə qulaq asmışıq deyə ona görə. Amma o vaxt məcburən onlara qulaq asırdıq da, yəni. Məcbur idilər sən. Yəni ki, o telefonda ikportla ancaq onu göndərirdilər də. Yəni başqa alternativ. Bir də Holocaust idi. Bir də xətə şey vardı. Neyim var ki, repdən bari biraz nəsə biraz o yaxşı idi. Ümumiyyətlə birinci albüm Türk olsa repi orada. özü məktəb olub az repə, yəni bir bəzi siniflərə. Bəzi siniflərə hə. Bizim sinifə 100% olub, yəni. Amma sizin sinifə deyəsən yox. Bizim sinifdə var idi. Məndə varamda da Türk repindən. Amma daha çox rus və Çünki mənim yadıma gəlir biz girirdik studiyada elə mama eləyirdi studiyada o yadımda qalıb ki studiyadan mama eləyirdi. Ancaq onu eləyə bildilər. O istər şey yoxdur. Mən o şey yadımda, o bunu bəyən, bunu sən şunu bəyən, onu sən fəni mən o bir də orası yadımdaydı. Hə bir də orası yadımdaydı. İlk qalan ancaq mama deyə də bilmirdim. Zəhləm girdi ondan da. necəsən Altay? Yaxşıyam, sizi gördüm, daha yaxşı oldum. Biz səni gördük, vəbşə yaxşı olduq. Kstati Battle-da müsib vəbşə niyajıdan da gəldin də. Bir moment itdin. İreski Battle-la müsib. Mənə deyirlər o periodu var. 5 ildən bir gizlənirsən, birdən çıxırsan, təzədən gizlənirsən. Bildim də niyə treklə qayıtmı? Trek özdə treklə niyə yox? Nə bilim, çoxdan uzaqlaşmışam musiqidən, yəni onunla əlaqədar ola bilər. O yəni elə şey var ki, muza gedir insandan bir dəfəlik. Məncə başqa yerlər dolduranda muz əvvəlki kimi olmur, başqa bir şeylər Amma bir dolduranda. dəfəlik də getmir. Bir dəfəlik getmir, əlbəttə insan yəni inkişaf elətdirsə talantı maksimuma qədər inkişaf elətdirə bilər deyə düşünürəm. Başqa yerlər doldurdu, yəni ki, bu ancaq biznes ola bilər də. Yəni musikanın qabağına ancaq biznes saxlaya bilər də başqa. Biznes də var, başqa şeylər. Əlbəttə ya pul qazanmaq. Sən də hamı bilir. Hamı kimi pul qazan. Baxırsan bizə baxmırsan, hərdən bir bizdə sənin o hamam söhbətini gedir burada Hə, hərdən bir şey ki. Yəni bu özü doğrudan Azərbaycan belə uğurdur. Yəni hər şey olub, amma bu olmamışdı da. 100% təmizlik də lazım. Bu gün də yəni qısatı ancaq təmiz söhbət olmalıdır. Təmiz qaz. Bəli. Kisə də gətirmişsən. Hər şey. Taşsan sən kisəliyəcən burada. Qısaca, əslində mən bu sual maraqlı deyil, amma mən bilirəm ki, bunu hamı kommentdə yazacaq. Niyə cəza 22? Cəza var idi, o cəza. Var idi. Niyə cəza 22? Əslində baş hərfləri demişdim ki, Cəhənnəm əcinəsi Zeynalov Altaykim, amma o da bir şey deyil. Yəni cəzanın fanatı olmuşam. Ona görə. Yox, heç də aidiyyatı yoxdur. Dartdılar Yəni səni. ən azından cəza 22 trekdə o görəndə, sonra treki açanda görür ki, yəni o deyil də. Yəni heç uyğunluq Yox, yoxdur. məndə bir 100% uyğunluq yoxdur. Amma nəyə cibsən sırf bunu Ad xoşuma gəldi. Yəni tutarlı ad kimi düşündüm, amma 22 də qoydum ki, yəni fərqli olsun. Amma onun heç bir şey yox idi. Ümumiyyətlə ad heç nəysə dinləyici şeyə təsir eləmir. Ramil Nabrandan biz bunu bilirik. Adır heç bir ya orada şey yoxdur. Aidiyyatı yoxdur, düzdür. Prosta yəni 22 rəqəm olduğuna görə də yəni. Valla dostlarım adətən 22-22-də mənə mesajlar atırlar. Nəsə şeylər atırlar. Qısa deyəsən biz də 22-22-də vardıq. 22-22-də, hə. Ona görə 22 sevirəm mən. Mən əsas məni maraqlandıran mövzulardan biri səndən bağlı ümumiyyətlə. İndi açıq danışaq, çox underground bir artist olmusan, həmişə aktiv olanda da underground olmusan. Amma yəni çoxları bilməsə də, amma yavaş-yavaş A4-ün sayəsində ümumiyyətlə A4 hər dəfə çalışır hamıya bu fikri yeritsin ki, yəni qafiyə sistemi, rhyme sxemi Azərbaycana cəza 22 gətirib. Və mən bundan tamamilə razıyam, çünki mən sənin Qastar albomuna qulaq asanda birinci dəfə, onu da
Hə, EP idi. Onu da mənə A4 göstərmişdi o vaxtda 2000-ci Qəşə ildə. prodüserin oldu, sən deyirsən. Prodüser deyildi prosta o gəlir. vaxt Çünki sən- A4 özü mənə demişdi ki, mən birinci dəfə eşidəndə inanmadım ki, Azərbaycan dilində belə eləmə ümumiyyətlə olar. Yəni rhyme sxemi bir sənə nəzərdə tuturam, double rhyme tam olaraq deyil. Qafiyənin axırında söz saxlayır, o birisindən elə şey O, keçir. plus da cümlənin içində qafiyələr də var idi cəzada. Necə oldu ki, sən Double bunu rhyme. sən Azərbaycan dilində necə, çünki heç kəs bunu eləmirdi. Sən mənim üçün Azərbaycan hip-hopunda Rakimsən. Ha, Səndən qabaq böyük şərəfdir. Çünki səndən qabaq necə ki Rakimdən qabaq heç kəs bunu etmirdi və Rakim prosta otur. Bunu nə Shakespeare eləyirdi, nə Byron eləyirdi. Mən o reperlər qoyuram kənara da, şeiriyyatı götürürəm. Heç kəs eləmirdi və Rakim birdən-birə fikirləşdi ki, gəl bütün cümlə qafiyələnsin də, yəni. İyi başladı bunu yazmağa. Okay, sən bunu fikirləşə bilərsən, amma yazmaq da var. Səndə necə oldu ki, Xose, Dəyirman, səndən qabaq, nə bilim, Nağılbaz heç kəs bunu etmədi və sən fikirləşdin ki, mən bunu eləyəcəm. Ya mən onu eləyəndə düşünmədim ki, mən bunu eləyəcəm, açıq deyim. Yəni elədim belə alındı. Elədim elə alındı. Ondan əvvəl bilsən xarici replərə daha çox fransız replərinə qulaq asırdım. Mən NTM olsun, Kenny Arcana tanıyırdı. Kimi? Kenny Arcana. İlk dəfə də eşitdim. Onu səndən başqa heç kəs tanımır. Amma bombadır, mən qulaq asmışdım. Necə deyim? Yəni ki, artıq rus repinə və yaxud internet gələndən sonra türk repi ilə biz daha çox tanış olmağa başladıq. Gördüm ki, yəni ki, bizim dildə də mümkündür bu. Əslində mən Degəlsində dönəmi, trend olan dönəmində məktəbdə uşaqlarla qafiyə açırdıq, özümüz üçün meyxana deyirdik. Özümdə o potensialı gördüm ki, mən qafiyələndirməyi bilirəm. Aha. Bir də ki, daha çox şair mütaliə edirdim Azərbaycan ədəbiyyatında. Artıq orada sözlərin qırılmağını, rədifi falan repdə istifadə eləyəndə gördüm ki, belə bir şey eləmək olur. Amma fransız repində dil qırılmağını, məsəl üçün mən az repdə eləyə bilərəm, onu kimsə eləyə bilər, bizdən sonra onu bilmirəm. Hər dilin öz necə çərçivəsi var, nə eləmək olar, nə olmaz. Yəni belə, yəni daha çox dilini başa düşdüyüm treklər eşidəndə artıq dedim ki, bunu bizdə də eləmək olar. Fransızca başa düşürdün? Yox. Yox, səslənmə. Fransızda görürdüm, amma rus repində, türk repində dinləyəndə artıq yəni Çoxları görürdülər. Məsəl üçün mən sən deyim də, əmin o Elşad Xosanı götürək. Elşad Xosa da yəni niyə Elşad Xosanın bir trekində qulaq qafiyəsi, çox trekində qulaq qafiyəsi biz qulaq görmüşdük. qafiyəsi olur, amma uje Sətr daxili double rhyme'lar sətir falan. daxili double rhyme yox idi. Yəni, Mən də bilmirəm. ona gedirəm ki, məsəl üçün Xosa da o vaxtda yəni DMX-də də qulaq asırdı, Tupaka da qulaq asırdı, bu bilinirdi, Wu-Tang'a da, NASA da, amma o bunu eləməyib. Ona görə mənə çox maraqlıdır ki, necə oldu ki, 6 ay belə oturdu, prosta dedi ki, mən belə eləyəcəm. Çünki burada artıq niyə buna deyirlər ki, qafiyə sxemi deyirlər? Çünki burada artıq sən cümlənin istiqamətini belə dəyişirsən. Sən biri var yazırsan ki, Mən heç ona fikir verməmişdim. Sən Sami fikir Sami- cidden dəyişmişəm ya. Hə, cümlənin istiqamətini dəyişir. Və Nə həqiqətən burada biz son vaxtlar əslində biz insanları biraz bizdə veriliş belə pasxalkalarla dolu bir verilişdir. Biz insanları yavaş-yavaş növbəti qonaqlara gizlin olaraq hazırlayırıq. Və son 5 verilişdə hər bizim Ya mən şeyəm də, necə deyim, katalizator da. Yes, sən rubrikamız var bizim, o yoxsa bu. Və o rubrikada mən sənin adını da salmışdım son 5 verilişdə və çoxları da sənin adını çəkiblər Yəni, ki, çox sağ olsunlar, yəni. qulaq asıb misal Çox sevinirəm ki, yəni neçə ildir məşğul deyiləm. Yəni bəzi yeni başlayan reperlərdə, yəni respekt göndərirlər sosial şəbəkələrdə falan. Buradan da hamıya təşəkkür edirəm. Yəni sayanlara hörmət eləyənlərə. Amma belə maraqlanırsan, heç olmasa baxırsan az replə nəsə. Yox, yalan Amma deyirəm. görsən sən rep batıdan Qulağıma musiqi gəlib çatan, çıxırsan da, qulağıma gələn çatan treklər çox olur, amma sırf deyim ki, maraqlanıram az replə yalan olar. Yəni ümumiyyətlə biraz janrı dəyişmişəm, daha çox trip hop, hansı janrı? trip hop, elektron, qulaqlıqda ancaq onu dinləyirəm, yəni. Texnoya yaxın. Texno, elektron, trip İlkinə hop, səni. belə. Ümumiyyətlə mən bilmirəm, bəlkə də indi yaşda da bəlkə də belə. Ümumiyyətlə bir replə qulaq asan adamlar bir momentdən sonra prosta sözdən bezirlər deyən bilmirəm nədir. Uje sözsüz musiqiyə qaçırlar ki, Ümumiyyətlə Mərcan Deda var türklərdə. O deyir ki, yəni musiqinin ən zirvəsi transdır da, yəni elektrondur. Yəni musiqi zövqünü inkişaf elətdirə, ora gəlib çıxsam mən amma özümdə sözdən onu bezmisən, yəni sən də. Yox, qətiyyən yaxşı söz olsa əlbəttə qulaq asaram. Yəni qulaq asıram da. Az rep dinlədiyim trekləri də var. Yəni
amma fikrinə heç razı deyiləm. necə? Yəni elektrona çıxsın. musiqisi. Məncə zirvədir o. Yəni hər musiqini başa düşmək lazım. Çox musiqini başa düşmək lazımdır ki, məncə Tusovçiklər bunu bəyənəcək. elektron Hadi musiqi komment yazın bəyənəsən. da. Yox, mən niyə görə? Mən elektron musiqisini bəyənirəm, amma onun zirvəsi saymıram da. Məsəl üçün Mərcan dədəndən sitatdan dedim. Yəni simfonik musiqi olsa deyərəm hə də, bu razılaşaram hardasa. Çünki amma yəni mən hip-hopu dərindən bildiyim üçün bilirəm ki, yəni hip-hopun əvvəlində hip-hop elektron musiqisi ilə başlamışdı. O Afrika Bambata, Düzdür. Kool Herc onlar başlamışdılar Təbii. elektronla. Yes, elektronla başlamışlar və sonra inkişaf elədilər və dəyişdilər ümumiyyətlə industriyanı. Ona görə elektron musiqi zirvə, nə bilim, elektron musiqi prosta da belə qulaq asarsan, yəni yol gedəsən məsəl üçün qulaq asarsan. Amma mən sözsüz ümumiyyətlə musiqini qulaq asa bilmirəm. Ancaq caz sözə də qiymət vermək lazımdır. Adicə xarici artistlərdən dinləyəndə trek mən o qədər xoşuma gəlir ki, sırazu açıram, tərcüməsinə baxıram, nə haqqda oxuyur falan. görürsən Yəni sözü- ki, bilinmirdən haqqında oxuyur. Elə artistlər var, məsəl üçün Kanye West axırıncı albomu heç mənə bizim qulağımıza xitab, mənim ən azından qulağıma xitab olan mövzular deyil, amma sound yelləyir, yəni istər-istəməz başlayırsan qulağıma. Bomba albomuydu. Nə qısa basın albom. Lap axırıncı çıxan. Yəni müzakirəyə səbəb olar, bomba deməzdim. Düzdür, Kanye peyğəmbərdir məncə hip-hopda, amma 100%. Lap axırıncını deyirsən də. ən axırıncı. Yəni, Çünki o qədər Mənə son çox xoşuma zamanlar nəinki hip-hopda, nə popda zətdə belə, yəni partlayış, yəni mahnı yoxdur da, elə bir nəsə Çox mən həmişə deyirəm, yəni yaxşı və də pis olmağı artıq dinləyicinin qərarına qalır. O nədir? Ya dinləyici deyə bilər bu yaxşıdır ya da pisdir. Amma orijinal bir şey ortaya çıxartmaq sırf artistdən asılıdır. Orijinal bir şey ortaya Yoxdur. qoymalısan ki, kimləri pis deyəcək, kimləri yaxşı deyəcək. Onsuz da hər qulağın öz xitabı var, yəni kimsə kiməsə pis yaxşı zövqdən çox şey asılıdır. Əlbəttə. Caza şeydə battle emisiv oldu da FTB ilə Trino. Orada nəyin Ümumiyyətlə onları başı tanıyırdım background kimi, yoxsa Adlarını eşitmişdim təkcə. amma heç birindən yəni belə Heç bir trekini eşitməmişdim. sən orada tam 3 raundu FTB-yə vermişdin də. Yoxsa necə ümumiyyətlə necə qərara gəldin? Çünki birinci raundda mənə görə birinci raundda Trino, yəni Trino'nun birinci raundda Ola bilər atdığı punchları biraz qəliz idi, ola bilər. qəliz idi, çox qəliz İlk idi. dinləmədən axı biz orada təkrar baxmırdıq qərar verəndə. Ola bilər Həm də fikrimi dəyişə tərz bilərəm. olaraq. Tərz olaraq bəli Trino tərzdir. Yəni Trino FTB çox də tərzdir. Yəni hər kəsin mən zaten orada FTB. vurğuladım ki FTB. FTB deyə də olur, FTB deyə olur, FTB deyə olur. Yəni o qüsurum varsa adını üzr. dəyişsən. Yəni mən çünki düz deyə Trino ikinci və üçüncü raundlarda yaxşı çıxış eləmədi, amma yaxşı çıxış eləsəydi məncə, yəni ən az Ya sən rap artist kimi hər kəs başqa olur. Yəni orada battle-dır. Yəni battle-da özünü göstərmə. Niyə ancaq hazırlaşa bilərdilər? orada başqa məsələ var idi, ona görə Trino Yəni sən yaxşı bilərsən. Hə, Trino orada başqa məsələlərə görə. Mövzularına necə baxırsan? Sən o özün də məndə varam da zətdə olmusan zət. Düzdür, o biraz Battle-da təbii ki, qalmaqal hamıya maraqlıdır hər sahədə. amma biz sənət üçün səncə Sənət o da- üçün bir şey deyil. Yəni sənət göstəricisi deyil. Mən də həmişə bax bu bitvaza respekt var idi o vaxtda. O tipli battle-larda necə bizdə məndə varamdı. Mən də həmişə yəni bir adam həm track çıxardır, həm musiqi nəsə şey işlər. Battle zadca qutarmalıdır da. Mən də elə düşünürəm deyə ona görə. Niyə qutarmalıdır? Amma yəni sənət göstəricisi deyil, amma bir tərz kimi qalmalıdır. Battle rap olmalıdır. Rusiyada da qalmayıb, Amerikada da qalmayıb. Deyəsən Niyə ancaq punchlar bizdə maraqlı? Hər mövzu olanda o mövzu üzərində punch atanda maraqlı gəlir. olsa da bit üstündə olsun. Akapellanı mən məsəl üçün deyirəm də, bizdə fotoqraf Türkana söz yazın, çıxartsan kim istəyirsən orada uçsun da. Yəni ki, copyright-dan asılı bir şeydir də. Yəni sən akapella battle-da heç kim öz sənətini necə göstərə bilər? Mənim fikrimcədir. Amma bit üstündə bizdə də Yox, öz sənətini başqa şeydə göstərirsən, sonra gəlib battle eləyirsən. Yəni mən burada da var, bunu da eləyə bilirəm. İnsan bilmirsən, yəni new school adamlar var ki, hansı ki rapə başlayanda sırf battle-a çıxmağa görə rap Yox, eləyirlər. yox. Yəni onlar ya qız tutmaq, ya şey battle-a çıxım, ya da pul qazanım. Yəni ki, bu adamın nə ancaq hype. Yəni ona görə deyirəm ki, o sənət göstəricisi deyil də. Mən Yox, də onu- ilkin addım olaraq battle məncə düzgün deyil. Yəni ki, ən azından track işləməlisən, EP işləməlisən, bir şey ortaya Axı, qoymalısan. Bizim vaxtda məsəl üçün biz pul fikirləşmirdik də. Bizim üçün yəni önəmli şeylər var idi ki, musiqidir, nə bilim studiyada qalmaqdır falan. İndikilər ancaq deyir ki, mən pul qazanım bu işdən ki, bu işə marağım olsun. Ona görə bəlkə də sən rap atmısan ki, hiss eləmirsən ki, bura qədər gəlib çıxacaq da. Zaten rap həyatı sürmürəm.
Reperlər Sən axırıncı həyatımı trekin sürür. elə şeydi, hə, yellə başlıydı. Ondan sonra yoxsa çıxartdın? Yox, 2020-də də işləmişəm. 2020-də ben track çıxmışdı. 22 albom. Çıxmaz olaydı. Niyə? Mən xoşuma gəlmədi. Mənim də xoşuma gəlmədi. Heç yaxşı track deyildi. Heç yaxşı zövqümüz track deyildi. Heç paylaşmadım onu. Yaxşı elədi. Niyə bəs belə? Prosta nauqat. Yəni birdən təb gəldi dedim işləyim. Ya keçən il mən belə bir həvəsə düşmüşdüm. Akai Force alırdım artıq ona dərslərinə başlamaq istirdim. İstirdim bir dənə TikTok kontent hazırlayım. Sonra həvəsdən düşdüm. Olur da insanda mən öz axarına buraxan adamam. Yəni ki, nəyinsə dalınca qaçmıram. Xoşuma gəlir eləyirəm, xoşuma gəlmir, yəni silirəm. Kompüterin formatı oldu, yəni heç buraxmadığım treklər var orada. Yəni ki, indi də hard diski çıxardıb istifadə edə bilərəm, amma eləmirəm. Səndə biraz məndə varam da, mən tez demirəm, zirvə pik biraz populyarlıq gördüm deyə artıq onun görməmişi olmadım. Ki nəsə trek eləyim, tutsun trend dalınca qaçım eləyim. Ürəkdən gələn şey. Neçənci yerə çıxmışdın sən orada? 4 ya da 5 idi. Sən Dado ilə mən freestyle dedim. Dadoya uduzdun? SMS nə? SMS sayına görə Dadoya uduzdum. Dado candır. Yox, amma freestyle olsan indi müsif verərdin Dadoya səsi. Hə, Dado səhnəyə işdə, publikaya işləyən artist idi aramızda. Yəni udmuşdu da sən. Gənc, bizdən aramızda ən gənc rapçi o idi, amma yəni ki, publikaya işləməyi falan bilirdi. Sən desən ki, mən o populyarlığı gördüm, ona görə biraz bezdiyim, qaçmadım onu dalınca. Bu populyarlığı dalınca qaçmaq tam olaraq o deyildi. Yəni sən bunu bacarırsan axı. Bu məndə varam da olanlar arasında bəlkə də ən güclü rap eləyən sən idin orada. Uranı da çıxırsan? Yəni kölgə yox. Yox. Kölgə 100% bir nömrədir. Sonra Uran, sonra Cəza. Yəni Uran, okey, Uran. Sonra Cəza mənə görə. Amma mən Cəza 22-ni sırf o məndə varam da açığı deyirəm, orada baxanda yadımda qalmamışdı. Oradan sonra daha inkişaf etdi. Oradan sonra o mən o Qastar albomuna qulaq asanda, o hər ehtimalla qarşı trəkə qulaq asanda. Albom EP. Amma mən sənə deyim, olmaz da. Ay, albom deyiriksə, yəni ki, mən məndə varama qədər LP albom işləmişdim artıq. Heç bir yerə çıxmamış. Linkin Park. Ya necə? Yəni ki, özüm getmişdim, zapis eləmişdim diskləri, özüm əlimdən paylamışdım. Enigma-yı, ABC-yə falan əməlli başlı LP albomum var idi. Bəlkə də kiminsə evində bu dəqiqə var. Albomun adı İşıq Sürəti idi. Yəni keç eləməz olardım onu. Amma yəni bir artıq təcrübəm var idi. Hə, kimdəsə varsa çox istərdim albomu təzədən görüm. 100% tapalım. O vaxt özə belə bir şey var idi. O nədir? Hamı klassik mahnılar, korifey artistlərdən rap mix eləyirdilər. Mən də icazəsini almadan Akif İslamzadənin bir treki var idi, Ala Gözlüm, onun icazəsini almadan şimdi rap mix eləmişdim. Nəsə problem yaratmışdıq sən? Yox, heç də, yəni müştərimizdir, yəni qonağımızdır, hörmətimiz var. Şeydə All Rise On Me-ni o Nazedir eləyirdi. Sən aşırı, sən nədən qorxulmadan başla. Gərək, yəni bütün hallarda müəllifin hüquqları qorunmalıdır. İndi elədir də, əvvəllər yəni mən indi siz elə deyirsin müəllifin hüquqları qorunmalıdır, amma bir də mən battle'larda baxıram ki, hardasa bu sətri, bu punch-ı kiminsə rapində eşitmişəm. O göndərmələr heç də referens olmalıdır. Yox, göndərmədən yox, yəni ki. Yəni mən deyim Taqa Əhmədov falan, yəni haçansa treklərdə işlətmişik, kimlərinsə battle'larında da eşidirik. Yəni bu əslində mənim üçün yaxşı bir şeydir. Yəni tək mən özümdən yox, başqa artistlərin də sözlərini görürəm. Yəni kimsə bizdən ilhamlanıb və biz də kimdənsə ilhamlanmışıq. Bu qürur verici bir şeydir. Bəs Azərbaycanda o vaxt ən qulaq asan reperlərdən kim idi? Bir nömrə Anar Nağılbaz. Ya bütün old school'lar hamı Anar Nağılbazın yəni. Mənim üçün yeganə ustaddır da yəni. Mən də varım istəyirəm biraz qayıdım. Ondan sonra sən MC Muradla bir yerdə, yəni treklər buraxırdınız. Yəqin çox işləyirdin bir yerdə ondan bir. Necə belə biraz işi böyütmədiniz bu rap işini? Sən ki sən o mən bir dəfə verilişdə demişdim ki, o 2000-ci illərdə, hər dəfə axından çoxlu reperlər gəlir və onlardan 5-6 nəfəri qalır. Çünki hətta kimsə uzaqlaşsa da sonra qayıdır, çünki o istedadlı insandır. Bir istedad içində qaynayırsa, sən istərsən özün deyirsən də Akay aldım özümə. Yəni o vardı səndə, düzdür? Vaxt alınmır. Muza getmir, çünki səndə istedad var.
Misal üçün həmin o sizin pokoleniyada olanlar da belə, yəni onlar uzaqlaşıblar və inanıram ki, heç qayıtmaq da istəmirlər bu işə də. Onları deyə bilmərəm, məndə başqa bir səbəb var idi. Yəni bayaq dediyim kimi mən biraz ailə canlı insanam. Yəni ailə ilə, işlə paralel, onsuz da mən rep elədiyim müddətdə, yəni ki, rep məndə birinci sırada olmayıb. Yəni kassada işləyirdim, təhsil alırdım. Yəni onlar mənim üçün birinci idi. İkinci, üçüncü planda artıq rep gəlirdi. Yəni heç vaxt özümü rep karyerasında artist kimi səhnəyə tanıdım. Sən elə gəlmir ki, sən kassada ona görə işləyirdin ki, yəni repə də vaxt ayırasan, studiya, müziyə falan. Ayırırdım, ayırdığım vaxt nəticəsində yəni bu gəlib çıxırdı. Amma reperin ki, nədir, gecə gəldin studiyaya, siqaret atdın, kola qutu qasaya gitdin. Bu təbii orada underground oydu. Yəni onu şəxsən mən ailə ilə paralel eləyə bilmədim. Yəni yox, sən misal üçün MC Muradla mahnılar da yaza bilərdin. Misal üçün qabağa da gedə bilər, sırf replə də onu işə çevirə bilərdin. Bəlkə də. Ты так не думаешь? Yəni bacardığımı elədim və dediyimi, istədiyimi elədim ən azından. Yəni bəzi şeyləri məncə dadında buraxmaq daha yaxşı olur. Yəni mən deyim tam buraxmışam, yox gəlmişəm bu dəyə hal-hazırda podkastdayım, amma bilirsən, bilmirəm sabah cazla çıxa bilərəm. Ola bilsin sabah fikrimi başqa cür dəyişirəm, başqa şeylər təcrübə edərəm həyatda. Elektro ilə qarışdır. Eləyənlər var da yəni bizdə. Oka eləyir də. Oka necədir, kstati? Nə baxımdan? Yəni bəyənmirsən Okaberin stylını falan. Elektron? Yox, elektron yox. Elektron yox, dinləyicisi olmamışam. Yox, o amma sən Caspian Clanla eyni paralel müddətdə işləyirdiniz də. Yəni o dövrdə məndə var ondan sonra Caspian Clan da işləyir. Sonra Repat Clan da var idi, Host da var idi. Repat Host da vardı. 2007-də var. Məndə 2004-dən 3 il sonra idi. Yəni məndə var ondan. Repat Clan'da da, Repat Clan'dakı da Okaberin bəyənmirdin sən? Çox dinləməmişəm. Yəni fikir bildirmək düzgün deyil, dinləmək. Yaxşı, bu nağılbazdan sonra o deyək də, o 2003-dən o tərəfəki New School-lardan bəs şeydi. Kim idi? Orta dövrdə çox artist dinləməmişəm, amma son dövrdə dinlədiyim artistlər var ya bu yenilərdən. Yenilərdən. Mən çox yeni demək olmaz misal üçün. Məsələn, Expert Pastor o dövrlər, məsəl üçün 2010-cu illərdə orada favorit Orxan Qarabasma. Orxan Qarabasma ilə akademiyadan sonra da, yəni 2005 dövrləri idi. Yəni ki, belə dinlədiyim artistlər var idi. Yəni Okaber qulağıma kitab eləmirdi. Yəni ki, o da reper kimi. Okaberdə dayanmamış. Prosta maraqlı ki, görün kimləri o vaxtda dinləyirdin. Orxan Qarabasma sayıb uzaq. Yox, dinləyirdim, yalan deyirəm. Heç kimi dinləmirdim. Azərbaycan başa düşdüm. Rus rap dinlənə. Yəni Kastaya qulaq asırdım, gəlirdi Gastar yazdım. Gretsi treki var idi. Что нам делать Gretsi. Onu qulaq asırdım. Bir qafiyə üzərində gedir. Mən də bunu eləyim. Yəni ki, axırda qulağıma başa düşdüyüm bir şey olduğu üçün, yəni bir əsinlənmə deyirlər də. Onu əsinlənmə eləyirdim ki, yəni ki, bunu Azərbaycan dilində sınayım. Sınışdıq əsinlənmə. Ən xoşladığı şeydir də bir qafiyə ilə axıra qədər gedir. Çox sevirəm yəni ki. Ən zəhmət çəkdiyi şey. Efraim eləyir, çox da gözəl eləyir. Мне нравится это. Mən bunu bəyənmirəm. Sən bir qafiyə, eyni qafiyə ilə getmək, sən uje qafiyəyə o qədər uyursan ki, sən mətni unudursan da. Düzdür. Mətn gedir ikinci plana, üçüncü plana. Represent mövzusu eləyə bilərsən. Şərt deyir ki, sevgidən yoxdur. Represent mövzusundan 16 sətr, 24 sətr. Nəqarətsiz 32 sətr. 32 sətr pivə ilə də, yəni belə də, yəni güc bala ilə, amma represent. Amma məsələn Efraim'i sən dedin. Efraimə baxsan, bilirsən artist gərək 16 sətirdə ola bilsin hansısa bir sətirdə sənə bir tanış bir duyğunu ötürəndə artıq bilirsən ki, o trek sənə şirin gəlməyə başlayır. Yəni çox Azərbaycanda reperlər var ki, açar söz sənə təsir elədisə, o trek ucu sənin playlistinə düşür. Yəni Efraimin yazdığını mən tətbiq eləmirəm həyatımda, amma məsəl üçün haçansa deyirəm, bunu biz eləmişik uşaqlarla qulaq asan, bunu səndən deyir. Yəni yox, əlbəttə ki, o özü. Mövzu məsələsi zor. Prosta Efraimin məsəl üçün bəzi trekləri, uzun trekləri var ki, baxsan ki, yəni sonu yoxdur da bu trekin. Expertdə arzulamışdım trekində var idi. O qafiyəni eyni qafiyə elirdi, bütün şey. O trekdə idi. Hə, arzulamışdı. O qədər balaca Jordan olmalı. Ay sağ. Məsələn, ola bilər. Underground Life var. Yəni ki, son bir-iki trek
düz dedim adını. Yəni o bir qafiyədə, sadə qafiyələr eləyir, amma çitqada yəni ki, çox gözəl tətbiq edir. En bəzi trekləri mən pulsuzlara ver trek çox zordur. Rastafari treki nə deyirlər? Ya o trek xoşuma gəlmədi mənə, Onu bəyəndim. amma bir o trek də bir də sən dediyini qızlar ilandı. O trek çıxmadı amma. Bu necə çıxmadı? Çıxmayıb, onun prosta demkası var idi. O demkası zordu da yəni. Amma yenə də o eyni qafiyə ilə gedəndə o ekspert uje mən tamamilə bezmişdim. Sən sevmirsən də, amma gənclər bizdən gənc olanlar belə deyim də, yəni dinləyirlər. Zövq məsələsidir, 100% o, yəni orada məncə heç məna da etmir. Prosta gərək onu da qəşəng eləyəsən də. Ona elə qəşəng eləməyənlər də var idi. Bəlkə orada o Qəşəng eləməyənlərə qulaq asmırsan, olur bitir də. Yəni məncə problemə çevirmək düzgün. Yaxşı, bəs MC Muradla Sən dedin deyəsən, hə, yox, dedim. Biraz da yox MC Muradla hələ. Çağırmışdı da onu verilişə. Bir yerdə. Çox gözəl, çağırın. MC Muradın bizdə bir dənə kitabı var. Azərbaycan musiqisinə töhfəsi olan artist. MC Muradın bir dənə bizdə kitabı var idi, plagiat kitabı. Amma biz cəlmişdi belə. Onu gözləyirdi, qonaq gəlmədi. Amma yəni mənim üçün də MC Murad nə qədər də çox plagiat eləsə də öz söhbəsini verib. İdealını eləyib onda. Yəni onu da gözəl aparıb da. Hamıdan əla eləyir. Xose də plagiat, albom yazıb plagiat. O vaxtı şərait yox idi ya. Nə olsun, hər şey şəraitə bax. Sörcü gəldi, bir gözəl eləməkdən bəhs edirik də burada. Yəni şəraitlə beatmaker yoxdur Azərbaycanda o vaxtı. Birinci gələn mən indi bildiyimə qədər. İndi beatmaker var, mən yenə də free beat istəyirəm. Yəni çünki beatmakerləri bəyənmirəm çox da. Yəni nadir bir ikisini çıxmaq şərti. Hə, amma yəni o vaxt vəbşə yox idi da. Onlar da məcbur plagiat edirdi. Amma sörcü gələndən sonra, indi mən bəlkə sörcüdən qabaq olub, mən tanımamışam da. Amma sörcünü tanıyırsan da. Əlbəttə. Sörcü gələndən sonra plagiat olmadı. Deyir, nadir cilizadıcı o muzikantlar yığılandan sonra eləmədilər ki, plagiat. Amma sonra MC Murad elədilər, hepsi də yüngül belə. Valla elə bir artist çıxar, o nədir? Çox bildiyimiz bir plagiat üzərinə elə tekst eləyər ki, yəni ki, o trend olar. Yəni o naz edir. Və elə də olur, mən Juicy World role modeli oxudu, çox da qəşəng alındı, yəni ki, baxımlı izlə. O bir plagiat deyil də ya. Niyə plagiat deyil? Yəni biraz referens kimi də ki, ondan sonra orada Eminemin də nə qədər Eminemin biti də biz ona plagiat deyirik də. Yəni ki, o alıb da Eminemdən hallıq alıb dedi ki, məsələn bir üstünə qoyacaq. O məsələsində sən All Rise on Me ondan edir. Hə bu явно şeydir. Nə bilim Ayova manasını götürüb səni məhv edir. Hə bunlar plagiatdır, amma bir də var ki, yüngül yaxşı biz fərqi yox. Ən big plagiat MC Muradın Zülfiyə Xanbabayeva. Murad onu çağıranda özünə deyərsiniz də. Yox, prosta nəsə söhbət düşdü. Yox, bunu ancaq MC Murad eləyə bilər. Young Tag'ın trekini, Young Tag'ı onu hər rap dinləyicisi qulaq asmır ki, yəni biraz qulaq cırır zat da suda. Zülfiyə Xanbabayeva özü təqdim etdi ki, amma necə bomba mahnıdır. Çox bombalı. Mən birinci dəfə o trek eşidəndə Melaxanım, mən baxıram ki, bu mahnı mənim niyə xoşuma belə. Yəni mən ömür boyu çünki orada öz sözləridir. Yəni başqa duyğudur. 100% trap Zülfiyə Xanbabayeva, Young Tag baş bir sən nə elədi ya? Çevrildi bu tərəfə. Young Tag Zülfiyə Xanbabayeva pik idi də. Çox əla idi. Yəni mən o insana hörmət edirəm. Və sən get hörmət işləmədin MC Muradla. Xose gəldi də o vaxtı. Xose dedi ki, mən tərkizdim də, rapi işə çevirə bilmədim də. Yəni ondan sonra da Xose gəldi. Yəni yanıb tökülərəm axı bura. Niyə? Maddi bəzən maddi maraqlar Lüboy sənətdən qabaq olur. Dərman çevirə bildi axı. Dostum, mən həyat olaraq, yəni öz yolumdayam. Yaşayış da var da Murad. Yəni də, adduşu iş ortaya qoymaq üçün mən gecə 5-ə 20 dəqiqə işləmiş, oturmalıyam studiyada, işimi görməliyəm. Amma 5-ə 20 dəqiqə işləmiş, mən evimdə oluram, başa düşürsən, təbiin gələn vaxtı, yaradıcılıq vaxtı. Mən səni başa düşürəm. Evimdə oluram, yox, evimdə olmaq istəyirəm. Aysə olmaq istəyirəm, aysə. Mən səni başa düşürəm, çünki mən 2009-dan 2014-ə kimi rap eləyirdim. Bir də albom çıxdı, prosta ingilis dilində eləyirdim də mən. Bir də albom çıxdı, nəsə eləyirdim falan. Sonra fikirləşdim ki, başa düşürəm ki, buradan pul gəlmir. Amma mən də bunu Azərbaycan dilində eləmək istəyirəm. Amma bunu ingilis dilində eləmək istəyirəm. Okey, üstünə düşə bilərəm. Amma mən başa düşürəm ki, mənim pul qazanmaq lazımdır. Mən sabah ailə quracağam, o falan, evə kömək, ora, bura, tüdə-südə. Və məsəl üçün mənim qardaşım məndən daha istedadlıdır. O davam elədi, üstünə düşdü və öz nişanı hardasa tutdu. Mən isə fikirləşdim ki, yəni mən musiqiyə çox vaxt ayırmalıyam. Mən hələ də indiyənə kimi 3 dildə tekst yazıram.
tonlarla tekstlər var. Qəşəng. Gündə qafiyə, ingilis dilində tekst yazıram, rus dilində, Azərbaycan dilində. Niyə eşitmirik mən? Çünki mən musiqiyə, sən demişkən, mən saat 5:20-də orada olmalıyam və 5 saat oturmalıyam, kolonkaya oturub qulaq asmalıyam mikrofonla zadla. Mən ona görə fikirləşirəm, mən musiqini o qədər sevirəm ki, mən musiqiyə laqeyd yanaşa bilmərəm. Yəni mən ona görə analizlərim, mənim kritikam falan çoxları inciyirlər, deyirlər ki, hər şey musiqidir, amma mən belə yanaşmıram. Mənim üçün musiqi bir necə deyim, religiya mı deyim, din mi deyim, nəsə belə bir şey, çox böyük bir şey. Mən musiqisiz bir saniyə belə qala bilmirəm də. Даже burada siz danışanda burada zümzümə gedir məndə nəsə. Belə insanam mən. Və söhbət ona gedir ki, mən niyə görə davam eləmədim? Yəni amma axırda sonra gəldim repə təzədən. Prosta başqa tərəfdən. Yəni dayanamadım mən repsiz də, yəni. Ona görə deyirəm ki, yəni sən pretenziya da deyil, yəni mənim ürəyim biraz yanır ki, tepki mənə deyə Rakim özünə göstərmədi o sayğını, sən necə göstərəsən onu. O söhbət. Çünki mən Cəza 22-ni eşidəndə o hər ehtimalla qarşı trek edirəm, bilin. Spotify yüklə də qardaşım. Eləyin də, brat, mən tənbələm. Biz necə eləyik? Promete qurban sənə Spotify yüklə. Bu albomu yüklüyün də mən qulaq asım da. Eləyərik. Köhnə şey dəyərli olur, qoy YouTube-dan qulaq assınlar. Əziyyət çəksinlər. Böyütkən belə meyvədir ki, şirin, dadlı olmalı, tikanına görə qopardı bu yüz. Yeməklə bilirsən. Bəs mən necə qulaq asım yolda? Sən də əziyyət çək YouTube-da. Reverb Nation var official məndə, baxa bilərsən orada. Nə var? Reverb Nation, yəni ki, Spotify-dan da öncə yəni. Reverb mən effekt bilirəm, belə echo effekti. Yəni bir platformadır, yəni orada rəsmi bütün treklər ordadır səndə. Çox trekim deyim. SoundCloud kimidir də elə belə o vaxtdan. Demək olar. Fərqlidir biraz. 100 dəfə düşdü. 100 dəfə düşdü. Orada desən niyə ki Facebook platformasından ən birinci trek atdı YouTube-dan da öncə. YouTube-dan Facebook atmaq olmur. Reverb Nation-dan YouTube Facebook-a dinozavrsan. atmaq olurdu çünki Facebook səhifəm var idi. Mən ora YouTube-dan qoya bilmirdim ya. Reverb Nation üzərindən audio olaraq dinlədə bilirdim dinləyicilərə. Doş orada rahat məni orada musiqi söndürürəm, qulaq asıram da. Qəşəng. Onda mətə adboy. Sən altda kommentdə qeyd eləyərəm. Bəs oradan gəlir. Yox. Sonra ağır kəsici trəkə çıxmışdı. Ağır kəsici bu. O kliplə olan o idi. Orada qaqaş çəkilən qaqaş o vaxtda biz bir yerdə parkur eləyirdik. Amma mən parkurla da məşğul olmuşam biraz sən. Orada sarayın mən hər veriliş bundan da təzə şey gəlirəm. Heç parkur eləyən oxşayırsa. O bir şey eləyirdim bura. Bir dənə salto vuramırdım, o da qorxurdum. Bakavo eləyirdim, qabağa eləyəmirdim. Parkur ya. Çünki randat eləyə bilirdim, bakavo. Yox qaqaş orada görədim, dəli oldu ki, ola как так получилось da o da. Çox da pik trek idi. O desən Synapse dövründə yazılmışdı, yoxsa o da başqa studiya idi? Yox, Madhouse. Madhouse-da yazılmışdı. Aziya ilə daha doğrusu daha dəqiqdir Nasıl A4 nazarla olan vaxtı mən bildim zapisi də orada oldu. Mən o bifləri ayrı seçdim. Mən o studiyada olurdum, mən bu studiyada olurdum, başa düşsən. Amma onda sən Aziyagindən də bir yolun var idi. Var, ağrı kəsicidə əlbəttə, yəni ki, zəhmətləri var Mazinin, Aziyanın, Abbas Səlimbəyovun senari olaraq, yəni ki, o qardaşı da elə onlar təşkilini tapmışdılar belə. Mənim Aziyanın arqası çizdi sifəz var. Bəs onda yaxşı, niyə bu vaxta qədər kəllə-kəlləyə batıldı? Müsif kimi çağırmışdılar, gəlməmişdi? Yox, çağırmayıblar. Heç vaxt çağırmayıblar. Çağırılan yerə, yəni çağırılan yerə, sayan yerə həmişə var. Pik brat, mən şoka düşdüm ki, Mazin necə bu vaxta qədər. Biz iş fitlər necə? Bəlkə Battle-a çağıracaqlar. Oyda çıxarsan. Şok xəbər. Pula bax. Vay, mən qədər məsələn cəza. O məncə özləri ilə danışarlar. Ay sağ ol. Bəlkə biz çağırdıq, hə? Bəlkə demə. A4 özdə. Kimlə də həmişə o gəlib ora çıxır. Çox adamla. Yoxdur. Məsələn sən deyirsən misal üçün. Mən demirəm. Bax, ikinci bif. Oradakı şey freestyle dadı oyna. Ramzeslə çıxır. Ramzes Səyid ya. O gələcək bizim verilişə. Zarafat eləyirəm əlbəttə. Space-də Zarafat eləyirəm. Yəni ciddi qəbul eləməyim bu qədər. Yəni sonra deyər ki, məni Battle-a çağırırsın. Dadı oyna çıxardar. Sən o kitabını oxumusan? Yox. Ramzesin. Yox. Mən də oxumaq istəyirəm, tapamıram kitabını. Mən ümumiyyətlə məqalə oxuya bilmirəm, amma kitab oxuyacağam. Mən status axıra qədər oxumuram, ürəyim sıxılır. Allah. Onda mən yazdığım resenziya heç birini oxumamısan da.
Amma battle söhbət maraqlıdır. Doğrudan da deyirəm də, məsələn, Sən ciddisən? Yo, yəni zarafata saldıq amma battle mənlik deyil. Bəlkə track işləyərəm. O da battle mövzusunda deyil. Çünki artıq ruhum battle şeyləmir. Əlim gəlmir yazmaq. Başa düşürsən, hə? Bu karyeradan sonra Amma başqa bir musiqi. cəza üstürəklərində həmişə anti olub da, yəni. Yəni düzdür, biraz sakit tərzində deyirdi, amma sətirləri biraz iti idi də. Yəni orada zaten hip-hop halı insanın ruhundadır. Yəni fərqi yoxdur sən hansı sahəni işçisən, mən başqa yerdə işləyirəm. Yəni ki, insan məncə hip-hop doğulur. 100%. 100%, brat, 100%. Başqa işdə də işləsə, yəni ki, o ruhunda, işində və yaxud göstərir onu. Rock da dinləsə belə. Ruhunda hip-hop. Mən o zəhnim yerdə rockdan brat. Yəni belə qəşəng rocklar var ya, prosta. Bayaq Limp Bizkit deyirdin. Yo, o Linkin Park, Qəşəng rocklar var. Linkin Park o bazarda dayanır. Qardaş qəşəng rocklarımız var orada şeydə. Elə bir 100 ildir musiqi ilə məşğul olan bu deyil. Qəşəng rocklar var qaqa. Prosta o şey Hepsi qaqa. o yerləri var ha, brat. Mən dəli oluram ki, bu musiqidə belə şeylər. Hətta screamlər olan rocklar mənə çatmır. Hə, indi onun Freddie Mercury zaten o tiplər zatlar, o heç bəyənmirəm də. Yox, brat. Rocker çağırmısınız heç? Biz Bizə bir dəfə hip-hopla yox, bir dənə mən də yaxşı mövzu deyim. Bir dəfə mən yolda gedirdim, bir qardaş yaxınlaşdı, dedi ki, siz biz rockerləri çağırın da, biraz bu industriyada kömək eləyin də. Rapə kim kömək eləyib indiyənə qədər? Nə mənada? Rap industriyanın Rap qalxmasında. industriyanın qalxmasında kim kömək eləyib? Televiziyanın çıxmaq şərti ilə biraz televiziya o vaxtda. Televiziya hansısa 10 nəfərə deyək. O da özü də reytinqini götürür. Öz Yəni ki, 1-ə 1 olub da, yəni. Orada açığı desəm də, yəni hamı o Kamran Həsəninin verişindən danışır. Orada kim olursa çağırsın, hansısa nənə bir dənə veriş açıb çağırsaydı Xoseynlə Hüseyn Dəryanı, eyni hype yığardı. Yəni orada Hüseynlə Xoseydə də əsas məsələ. Orada əsas eyni də el içindəki olan o söz-söhbət. Yəni rapi çağırıb, rapi yəni belə qaldıran veriliş yox. Amma sən bu mən də varamdan başlayır. Çardaq da. Amma çardaq məndə varam, okey, so. Yox, çardaqda rock var idi da. Yox, çardaqda общая kultura var idi. Tam любая subkultura var. Çardaqda. Amma bu qədər yəni dəstək olmamağına baxmayaraq, yəni ki, rock dinləyən də az deyil də. Yox, az deyil. Prosta biz də ona deyirik ki, Bir də açın da verilişdə. Siz də öz industriyavızı burdan bir dənə də elə bir xətt siz atın da. Biz bu ömür boyu Azərbaycan rapi ilə məşğul olmuşuq. Biz bunu siz o işi görün. Hə, niyə də mən 50 verir çəkmişik. Kommentdə yazarlar yəni. Yazsınlar da. Yox, mənim dostlarım var. Mənim dostlarım var rockerlər. Hamısına da belə başa salmışam ki, biz bu hip-hop kulturanı sevirik. Biz bura gələn ta əvvəlindən indiyə qədər olan MC-lərlə danışıb mən özüm hər veriş info alıram. Yəni məsəl üçün mən heç yadımda deyil ki, dad oynamaq kasta çıxmışdım məndə var. Çünki məndə varam, mənə gələndə ancaq Amit Tete yadıma gəlir. Şahin Zirvə ilə Uranın freestyle, o Eminem Xristiandır, sən bunu bil. Çox piksətdir da. Şedevrdir da yəni. O kim Şahin Zirvə demişdi? Şahin Zirvə demişdi. Amma 20 il keçməyinə baxmayaraq o punch burada xatırladırsan, yəni ki, bura nəsə eləyib də. Yəni ki, dəvədən böyük var. Fil, Eminem Xristiandır, bunu bil. Mən orada şoka düşmüşdüm. Ramil Navran da, yəni ki, mən də varam olan şey. İlk İdris. Ramil Navran məndə varam da olmayıb. Olub. Olmayıb. Bəlkə səndən sonrakında, amma olub. Olmayıb. Qonaq kimi gəlib. Hə, yəni orada içəridə bəlkə MC kimi olmur, amma qonaq, yəni hardasa görmüşəm mən o verişdə. Çünki Nabran treki partlamışdı. Hə, Nabran trekini oxumuşdu. Qonaq kimi gəlmişdi. Hə, Nabran trekini oxumuşdu. Ramil Navran kulağına plan zad var idi. Hə, ya oxumuş da, yəni deyirəm belə qalıb, mutlu qalıb yadımda. Bir də o dönəmin belə bir şeyi var idi ki, rəhmətli Hüseyn eləmişdi, rap meyxana ilk sintezini eləmişdi. Hamı çıxırdı ki, yəni ilk aşıq rapi mən eləmişəm. İlk aşıq rap, yəni burada adını çəkmək istəmirəm. Çünki bilirsən ya, həmin artist artıq janrını dəyişib. Bəlkə də kommentdə qeyd eləyirlər. Aşıq pop eləyirdi. Yox, janrını dəyişib pop eləyir. Rapdən pop eləyir, amma ilk aşıq rapi o gətirmişdi. Studiyaya girirdin, ilk nə bilim rock rapper mən eləmişəm. Ya belə bir trend var idi. Birinci mən eləyim də.
Amma indi görsən imin o heç nə təzə yoxdur da. Trap Əslində nə vaxt çıxdın, birinci elədin, önəmli deyil, nə qədər müddət davamlı elədin, əsas odur. Hə də Neçə müddət nə ortaya qoydun? Biri tez çıxar, biri gec çıxar, yəni o nüans deyil. Ona qədər də dirənmişdi. Sonra bir moment trap çıxdı, biraz cəmaət girdi trapin dalınca. Sonra drill çıxdı, hamı getdi drillin dalınca. İfso yenə də bax öldü. Heç Yəni nə old yox. school-a qayıdır hər şey. Amma indi də hamı qayıdır təzədən bomba. Yes. Axır əvvəl. Sağ olsun Kendrick Lamar. Kısaca Kendrick Lamar bəyənirsən? Yox. Qızım çox bəyənir, dinləyir, yəni mən sevmirəm. Yəni iminə old schooldur da, o da tərzimizə yaxındır axı. Tekst olaraq əjdahadır, yəni ki, amma yəni səsi ən azından qulağıma xitab eləmir, ona görə qulaq asa bilmirəm. Səs də oradan vacibdir. Vacibdir. Kimi bəyənirsən? Səsi yaxşıdır axı Kendrick. Nə bilim, oldu. Kimə görəsən? Kimi bəyənirsən misal üçün? Xaricdən? Hə, xaricdən. Bizimkilərə sonra gələcəyik biz. Bir də bizimkilər də var. Yox, Təzələrdən. Təzələrdən də Kendrick, J. Cole bu tayfadan. Travis da, yəni Travis Scott, yəni onun tayfası ətrafı. Heç o gəlmir də ki, Caza 22 Travis-i bəyənsin. Yox, bura. Travis Scott həmişə Sən playlistin axı zirvədədir. bəyənmirsən, rap. Yox. Daha çox sound'a qulaq asıram. Çok Daha çox hit olan raplər qulağıma gəlib çatdığı üçün araşdırım kimsə albom. O günlər Orxan Qarabasma deyir, Pop Smoke-un bu treki, ümumiyyətlə Pop Smoke eşitməmişəm də, yəni mən bu trekini eşitməmişəm də, yəni. Əsas bu saat sounddur da əsas. O pisdir də, yəni Kendrick onu qaytarır abratdı ki, yəni rap yenə qabağa gəlsin. Mən istəmirəm rap Billboard-da birinci yer olsun. Yəni bir dinləyici kimi. Mən istəyirəm rap qayıtsın. Mən istəyirəm qulağa musiqi. Bir var Musiqi trendə ilə eləyəsən, var da. bir var trendə görə nəsə eləyəsən, bir də var nəsə eləyəsən trendə düşsün. Yəni ki, elə artistlər var ki, Kendrick də onların içində bir şeylər artıq trendə düşür, yəni. Rodrich misal üçün heç aidiyyatı olmayan bir şey elədi amma. Rodrich şurada bir dənə trendə düşdü, onu elədi, bundan sonra heç nə eləmir də. Çünki artıq başqa heç nə Dizayner olsun. Dizayner eyni şeydir. Dizayner də eyni şeydir. Prosta bir dənə pandanı buraxdı, partlatdı, panda. Travis partlatdı, o şeyində bir Playboy kartidir də bu da. Yox, Travis o şeyin stoykasını saxlayır da. Travis gedir. Travis dalınca gedir, yəni. Deməzdim, düşür məncə. Niyə? Son albom da mən bəyənməsən də, yəni bəyənməyən insan albom olaraq düşdü. Düşür, əlbəttə ki, düşür. Çünki sən nə qədər uje pisəncə deyil. Rapperlərin bu ağıldan bu fikir çıxmalıdır da, yəni sən müğənni deyilsən. Sən rappersən, quzu kəsərəm sənə. İndiki Azrapda da belə bir insanlar var da, yəni rapperlər var ki, əla rap eləyirlər, amma dirəşiblər ki, mən başqa qorizontlar açmaq istəyirəm. Niyə məncə vokal önəmlidir. Ən azından bu gün vokal önəmlidir. Vokal mən Azrapda qulaq asıram, necə gözəl tekstlər yazan şairlər var, amma vokal eləyə bilmir deyə, yəni qulağa gəlib çatmır. Ezeli götürək, yəni adam ISL olaraq neçə il regid elədi, bir şeylərdir. Mən də Türkiyədə olanda orada bir kimi mübahisədə oldum. Dedim siz artistlərə bizə qiymət verə bilmirsiniz də. Məsəl üçün ISL var. Bu adam bağlama çala bilir, həm başqa bir şey eləyə bilir, türkü oxuyur. Üstündən 2-3 il keçdi, ISL partladı. Həqiqətən mən orada onlara demişdim ki, yəni siz qiymət vermirsiniz. Getdi çünki başqa yerdə artıq qiymət verən insanların içində işini görə bildi. Ezel'lə şey olmuşdu. Onların mən Ezeli Kör Yolçudan gətirmişdi onu, ondan qabaq 8 şey çıxmışdı onların. Anıl Piyancı filansat. Orada yəni Ezel yəni prosta atdılar da, sən də burada olarsan da, yəni belə. O da orada hamını razbambit elədi. O vaxtda da mən o Sagopa Kajmer fanatları ilə Fuad, Sənan, salam. Sagoçiyam ha, brat, biləsən. Sən də? Durun da. Əzbər bilirəm də. Treklərini yox, albomlarını əzbər. Mən arabesk ümumiyyətlə bəyənmirəm deyə, ona görə mən Kırıq Çocukdan başqa heç nə qulaq asanmadım da mən Sagopada. Bir də Tanrı çəkdi resimlərini, nəsə bir dənə bomba. Bir də Caza ilə o birinci albomda. Onu sən Asay da rapper saymarsın. Yox, Asay rapper deyil. Amma Asay əjdahadır. Asay Kırıqda rapper. İmini Sagopa da ondan gedir də. Sagopa da sırf rap, xalis rap deyil. Amma arabesk eləyirdi ya, mən qulaq asanmıram ona. Mən deyə bilmərəm ki, arabesk sən artıq onu necə deyim, onunla bifdə olan adamların atdığı heç də arabesk deyil, brat. Düzdür. Sən taynana hanana deyirən o pripevləri var axı belə. Mən dinləyirəm belə musiqini. Ümumiyyətlə mənim yəni içimdə o daxilimdə məncə kompleks söhbətidir. Türk koloriti yoxdur, Türk koloriti yoxdur. Məndə o arabesk falan yoxdur. Mən İran koloritdə qulaq asa bilirəm. Bizim öz koloritimizə qulaq asa bilirəm. Amma o Türk
rumun, balqar falan o musiqiyə mən ümumiyyətlə qulaq asa bilmirəm. O Rap özü musiqi ilə başlayıb da axı. Musiqinin üstünə sonra söz oturulub əlbəttə, da. əlbəttə. Yəni birinci gələn insanın qulağına gələn bitdi, Əlbəttə iki-üçdür. bitdi də. Sonra şeydir. Yəni Sagopa Sagopa Kajmer'in o bit bitlərini bir bəyənməmişəm mən heç vaxt. necə brat? Nə Deyirəm də brat? ən belə Mən də- Zövq. Gör Beliş mən qutarsın səninlə danış. ən əvvəlində hər dəfə bax institutda belə dedi. Sənan ya Fuad. Tənəffüsdə şey danışaraq səndən zaten mən orada Aysəzəli mən demişdim ki, bax bu zordur. Bir də onu bəyənmişdim, bir də şeyi bəyənmişdim. Anal Piyancı bəyənmişdim. Və əsgərliyə getdim, görürəm Müftəzəli çıxıb Aysəzəli hər yerdə partlayır da. Çünki pis eləmişdim də bu uşaq ki, bu qulaqlar eşidib də mənim də, yəni bilirəm nə deyil də. Amma o arabesk falan da, yəni Sagopa, mən məsələn Cazanı dinləyirdim, amma Sagopa Cazanı demirəm, oturub günlərlə dinləyirdim. Yox, belə oradan buradan. Ice Ezel yeganə türk rapperdir ki, mən onu albomlarla hamısını dinləmişəm. Onlar Sagopa ilə bir yerdə bir şeyləri var idi, proyektləri var idi, Nefret idi. Bir də şey var idi, Silahsız Qüvvət idi. Nə, Silahsız Qüvvət. Yox, Silahsız Yoxsa o Qüvvət. Killa Hakanzadə olan şeydir də. Hamısı bir yerdə idilər. Amma orada Sagopa yox idi. Var idi. Sagopa da, Ceza da, yəni Kolera da, başqa artistlər də bir yerdə bilmirəm, nəsə bir klan olaraq adı bəlkə Long Mix bir track. Yəni mən bəhs eləyirəm 2000-ci illərdən, 2001 maksimum. Nə, Sagopa mənim heç xoşuma gəlmir. Heç vaxt xoşuma gəlmir. Allah şəfa versin. Qal mən kiməsə deyəndə bilirəm, mənim zövqümdür də. Mən nəsə deyəndə Allah şəfa versin. Sən niyə maska taxırsan? Mən qorxuram bu tərəfə baxan. Sən istəyirsən bu tərəfə daha çox bax. Freestyle Maskalar aparacağım deyirsən. Biz də əslində bu maska söhbətini, yəni vaxo biz maskasız başlamışıq. Ha, mən 2 verdik. Desəm Murad Arif, Orxan Qarabasma, Epi. maskasız. 3 dənə veriş maskasız Ya başlamışdım. faktiki sən üzvü görüblərsə indi niyə taxırsan da? Yəni. Hə, onun istoriyası var da. Danış, Hə, Danışmam lazım. Biz bundan qabaq bir dənə studiyada işləyirdik. Ümumiyyətlə bu podkast biznesin mən bilmirsən, bir dənə rus kompaniyası var idi. Onlar gətirdilər, biraz məşğul elədilər. Özləri studiya tikdilər, ay bir şum qazad elədilər. Hə, biz də elə onların ən birinci klienti biz idik. Onlar gəldilər, bizim də bir dənə pilot çəkmişdik. Gördük ki, yox da sərf eləmir elə. Gəldik 3 verişdən sonra onlar həm də SMM şirkət kimi idi. Mən də bir dənə verişdə prosta balaklava ilə şəkil çəkdirirdim bu ilə. Bunun yaşlı ilə. Mən dedi ki, otur bu ilə verişdə. Dedim niyə? Dedi kartinka maraqlı olacaq. Daha kimsə də repdən başa çıxmasa da prosta qıraqdan görəcək ki, bu nəsə maraqlı qaqaşdı. Biri belə oturub, biri belə oturub. Həmin vıpusq qəlbi bizdə 4000, 7000, həmin vıpusq oldu 35000. Qəşəng. Birinci vıpusq idi ki, elə bil verdi prosmotör. Ondan sonra elə bir 30-dan düşməli aşağıda. Elə bir dənə magiya kimi var. Həm də mənə belə rahat da biraz borclarım var. Plus da tema odur ki, fişka da ondan ibarətdir ki, məsələn də çox podkast var indi. Maşallah Azərbaycanda hamı podkast eləyir. Düz hansısa populyar olur, hansısa yox, amma məsələn bizi görəndə hasraz bilən yəni çənədir. Çünki biri maskalıdır. Bir kommentariyada oxumuşdum bunu. Yazmışam, maskalı qaqaş veri ağzına gələni danışır, söyüşdə söyür. Ha, çox idi. Amma maska geymişdim deyə mən söyləməyə rahat idim. Samirlə zaten yəni Facebookdan uzun illər tanıyırıq, amma vaxt o kimi Mən biraz deyirəm də söyləməyə rahat idi senzuraya qədər maska ilə tamamırdı. O qədər şeylər var dedilər, ona bax kişidir, əski taxıb başına, nə bilim, naski niyə başına taxmısan? Məsəl üçün Banksy maska ilə falan. Mən özüm də bir platformada, yəni maskalı insan kimi şey edirdim. Amma yəni balaklava maskası idi, yoxsa başqa idi? Adım maskalı insan idi. Hə, adım prosta. Amma özün maska taxmırdın. Yox. Və insanlara maraqlı gəlirdi. Fərqi yoxdur, havadan, sudan danış, maskalı insan danışırsa. Orada fişka var da, ideya, fişkalar hamısı. Yəni məni boş ver də, yəni sən mənim gördüyüm işə bax, ya danışdığım söhbətə bax. Ancaq elədir də, yəni. Hə, plus da bizdə o maska söhbətinə, plus ümumiyyətlə bizim podkastın yəni xüsusiyyəti odur ki, biz prosta oturub danışmırıq. Bizdə ümumiyyətlə əvvəldə bir sənə deyirdilər, imkan verin qonağa danışsın. Necə o vaxtları indi solo işləyirdin də, komanda şəklində də. Necə bir labellara, zətlərə çağırmırdılar, nə bilim bir qrup yaratmaq falan. Yoxsa belə komandla işdə sevmirsən sən? Yox, təklif olmayıb, açığını deyim.
Yəni heç bir işdə. Yəni mən ancaq yığmışam Nadir bit var, gəlin bir dənə bit eləyə işləyək, yaxud da MC-ni yığmışam Muradı. Gəlim işləyək. Yəni tanış adamlarla, amma gedim hansısa bir label-a işləyim, yəni. Amma heç təklif də falan Təklif də olmuşdu. Çox stranlıdır. Batla, label-a mən şokdayam. Yəni bizdə iminli elə şeyləri həmişə nabrot götürürlər, çəkirlər. Qəbul eləyir də. Mən qalmışam küncdə. Sənə bir dənə misal gətirim. Bax. 6 ay bəlkə yeganə insandır ki, Azrepdə sən onun daşıyan yoxdur. Единственный. Yəni o bir sənə deməkdir. Demək o deməkdir ki, 6 ay tusovkadan uzaqdır. O asosial insanım ümumiyyətlə. Həmişə tusovkadan uzaq olub. Çünki Vaxonun elə bir rep Azərbaycanda yoxdur ki, Vaxonun zarafatı olmasın. Amma bizim ilk görüşümüz yəni. İlk dəfə də görüşdünüz. Yes. Yəni bilirsən mən daha çox tanıyıram 6 ayla 2 səndə. Bəs onu deyirəm də, elə bir mən tusovkaya gələndə 6 ay çıxmışdı. Hələ bir yox idi, sonra təzədən qayıtdı, təzədən getdi. Ha tanış olmaq istəyirdim, qaçsa. Ha sotrek çıxartırsa, cəzayım ki, artıq yoxdur. Tez, sən gəlirdi, tez gedirdi də. Bir-iki ay qalsaydı 100% tanış olacaqdıq. Yaralı yeri. Yəni mənə ən çox ilham, yəni motivasiya verən insanlardan biri də A4 idi, Orxan dostumuz. Yəni Dalbada həmişə mənə deyirdi, burdan Dalbadal treklər elə falan. Yəni düzdür, gedirdik Sinapsda da, Şamxalda yazırdı bizi, otururduq. Amma deyim ki, oturum sizdə bir albom işləyim və yaxud sabah gələcəm bir trek işləyim deyə bir şey yox idi. Mən açırdım kompda, yəni hansısa bir köhnə tekstim var idi, onu düz qoş eləyirdim. Hansısa bir beat alırdım, ya Murada müraciət eləyirdim. Klip işlərin bir dənə olub, yəni onda Aziyaya müraciət eləmişəm. Belə, yəni ki, Aziyada tanışlıqlardan da bir şey. Ortaq dostlarımız çox idi. Ağır kəsici işində də kömək oldular, yəni o işi gördülər, yəni dostlaşdıq. Bəs hosta indi Aziyanı çıxsaq da, sırf rap kimi sənin stylın mənim qulağıma görə deyil. Yes. İkinci söhbət lazımdır. Bu 2010 o dediyim Azərbaycan qayıtdı. 2010-cu illərdə Newjil bir nəfər Orxan Qarabasma Seybov isə başqa heç kimi dinləmirdim belə. Yox, çox dinləyirəm. Efraim dinləyirəm. Yox, 2010-cu illər Efraim 2010-cu illər. O pakalin rüzgardı. Yox. Dinlədiyim pastordu. O dövrlərdə belə köhnələrə qulaq asırdım. Xose olsun, Dəyirman olsun. Yəni gedib cibimdən konsertə və yaxud kaseda pul verəcəyim artistlər Dəyirman, Xose, Nağlabaz bunlar olub da. Yəni ki, indi də Spotify var, kiməsə layiq vurursan düşür playlist və yəni belə axtardım. Amma Hüseyn Dəryan da həmişə o üçlüdən ayrılmısan da səndə. Yəni sənin Yox, Hüseyn Dəryanın da kasetini almışam. Hal-hazırda evdə qalır məndə. Yəni qulaq asırdın. İki həyatda da yanılmamsa albüm var, əlbəttə. Bomba albomuydu. Eminəm. Qulaq asmamışam mən. Danmaq olmaz. Yox, 100%. Mən çünki o dövrlərdə Hüseyn Dərya fanatlıq eləyirdim də özümdən asılı olaraq. Çünki sən Sagopa Kajmer artıq alternativ rapə qulaq asma qəbul edirsən ki, bunun kimi komplekslərin yoxdursa, yəni rap belə olmalıdır deyə. Mən türk dilini başa düşməmişəm. Ömür boyu məsələn ruslara, daha çox Azərbaycan, mən türk dilində başa düşmürdüm deyə mənə çətin gəlirdi ki, o nə ötürə bilər belədə. Yəni deyirəm, cəza hardasa flow zad eləyirdi, amma Sagopadan heç nə ala bilmirdim mən. Yəni az sektordur ki, türk dilini başa düşmürdüm. Mən çox qəribə az sektordur. Çünki mən o dövrlərdə bütün hər şeyi özümü nə bilim rus sektoruna verdim ki, qoy rus dilində daha keyfiyyətli rap var idi, çəm türklərdə məncə. Tək rap deyil ki, rus dilində çox informasiya, yəni ki, genişdir, yəni. Məndə o vaxt Sən desən ki, mən burada kompleks almışam. Məncə sənə Sagopa dinləməmək və yaxud da az sayı əjdaha amma rapper deyil kimi sayma, məncə kompleksdir. Yəni mən kompleks. Krekin dövründə rap deyil. Krekin dövründə rapdir də. Soloda rap deyil axı. Soloda əvvəl şairiyane idi. Soloda nə deyirsən? Bu insan, yəni bu insan gedib Amerikanlıya da bir zənciyə də dinlətsən deyəcək ki, bu rap deyir də. Yəni fərqi yoxdur orada hansısa boğaz eləyir və yaxud şey eləyir, amma rap oxuyur da ya bu adam. Ya tekstinə baxanda yazılışa baxıb görəcəksən ki, bu popsa deyil və yaxud bu caz. Asayının solosunda bəzi yerlərdə qafiyə yox. Qafiyə yox idi. Nədir? Proza. Elə reperlər var ki, qafiyə eləmir, amma hecalara bölür. Elşad Xosenin
hər şey heç kəsə əbədi deyil, orada bir dənə sətr var. Heç orada qafiyə yoxdur. Yolda yazılır, amma məna olaraq elə vurğulayır ki, mənanı as-sayda, elə xosədə məna olaraq elə vurğulayır ki, artıq orada sən qafiyə axtarmaq dalınca düşmürsən. Altay bir sətr okey. Yəni mən deyirəm ki, as-sayın elektrikləri var ki, son dönəmləri vəbşə as-say bərbad şeylər elirdi. Ümumiyyətlə, сын ya tvoj otец, mать ya твоя teta da. Yəni bu insan içindəki bir rəssam kimi içindəki hissləri ortaya qoyur da və sən o hisslərdən nə götürdüyün önəmlidir. O sətirlərdən o yazmayıb ki, Altay bu hansı sətri bəyənəcək, amma elə sətr var ki, Altay o sətri tutur və yaxud Samir hansı o sətri. Yox, mən as-sayın çox böyük pərəstişkarıyam. Onda sən Sagopanın Amma başa düşmüsən. Bu podkastdan sonra bəlkə dinlədi Sagopanın birinci musiqidir gələndə. O boğazlardır, musiqidir, o məni tutmur. Ona görə mən ona qulaq asa bilmirəm. Yəni məndə alınmır ki, yəni mən bu musiqiyə amma ön yarğı söhbət yoxdur da o, yəni ki, bu boğaz varsa mən qulaq asmayacağam. Yox, əlbəttə ki, yoxdur. Prosta mən bəzi belə boğazlar olur ki, məsəl üçün qəbul edirəm, hə, nəsə xoşuma gəldi məsəl üçün. Demirəm özüm qırıq çocuğu mən dinləyirəm. Hərdən bir ayda bir dəfə olur ki, ay yazmışam, qırıq çocuq bir dənə gəlib dinləyim. Hansı uşağına yazdığı mahnı idi? Hansı ki mən bəyənmirəm də. Yəni sən onu bəyənirsən. Çocuk da çisti hip-hop. Əsl hip-hop. Sagop orada hip-hop haqqında bir nağıl elədi də sənə də. Yəni çox savadlı insan. Türklərə başa saldı ki, hip-hop ümumiyyətlə nə deməkdir. Yəni mən də həmişə maraqlı gəlir ki, Sagopa bu qədər hip-hop biliyi ola. Yəni orijinal bir şey ortaya qoymaq. Məncə arabesk orijinal deyil də. Brat arabesk deyil, axı sən onu arabesk deyirsən. Arabeskdir də o da. Nə deyə bu boğazlar zət İbrahim Tatlıses belə oxuyur, Sagopa da belə oxudu da nə oldu? Onda hissəlidir sayma da reperdə brat. Nə özəl bəzi yerlərdə reper deyil. Bəzi yerlərdə həqiqətən reper deyil. Sırf artist odur ki, həm rep eləyə bilir, həm boğaz eləyə bilir. Yəni demirəm, nasıl heç vaxt boğaz eləməyib də. Bigi boğaz eləməyib. Eləməyib. Başdan dönəm başqadır. Yenə də ona qayıdacağıq, yəni yenə də onu dinləyəcəyik. İndi də dinləyənlər var, yəni ki. Yox, mən demirəm eləməsinlər. Mən demirəm ki, Sagopa'yı dinləyən zövqü yoxdur. Orijinal bir şey ortaya. Prosta mənim maraqlı yox. Yaxşı və ya da pis fərqi yoxdur. Məsəl üçün bunu eləyib ki, hal-hazırda biz podkastda onu ya da onu müzakirə edirik. Yəni ki, buna nail olub. Orijinal bir şey. Dünəndən becimə də deyiləm mən Sagopa. Bu sən desən ki, məsəl üçün Ezel nəsə belə bir şey eləyir, amma Ezel mən bəyəndiyim tərzlərdə bunu eləyir. Ona görə mən onu sevirəm. As-Say mən bəyəndiyim tərzlərdə bunu eləyir. Xoş mən deyirəm, bəzi yerlər reper deyil o. Особенно son albomlarda ümumiyyətlə rep deyil bu. Amma mən onu sevirəm. Yəni o söhbət var. Məsəl üçün bizdə As-Sayın alternativi Qaraqandır. Yəni eynən bəzi sətirlər sən bəzən demişdin, bəzi sətirləri bəzi sətirləri şey eləyir. Tərcüməsi eynisini eşidir. Yəni As-Sayın, yəni çox məlaman insan onu tuta bilir. Yes, çoxları məsəl üçün kimlər As-Saya qulaq asmır, tutmurlar onu. Amma kütlənin 90% Azərbaycanda As-Sayın kim olduğunu bilmir. Demək olmaz ki, Qaraqan, yəni ki, hamısını, hər şeyi oradan götürür. Yox, hamısı ilhamlanıb. İlhamlanıb. Onsuz da qulaq asanda bilirsən də bu kimdən kimə 100%. Əgər sən melamansansa, yəni onu tuta bilirsən. 100% kimdə evində hansı ümumiyyətlə mənə elə gəlir ki, əgər biz deyiriksə Türk repi, yəni 2010-cu ildən bu yana çox belə təsir eləyib Azərbaycan repinə. Amma o 2010-cu ilə bu tərəfə, 2000-dən 2010-cu ilə qədər, yəni Crack qrupu ümumiyyətlə ən çox təsir edən qruplardan biridir Azərbaycan repinə. Bu arada Fiyuz da həyatını itirdi. Fiyuz da Allah rəhmət eləsin, yazıq. O ən sevdiyim reperlərdən biri idi. Təsirləndim. Yeli dışa. Yəni o Crack'ın çox böyük təsiri olub. Çoxları bunu bilmir. Çünki indiki pokoleniya ümumiyyətlə As-Say və Crack ümumiyyətlə rus repinə qulaq asan yoxdur. İndi rus sektorlarda azalıb, rus dili yavaş-yavaş yox olmağa tərəfə gedir. Ona görə də yəni rus kulturasına, musiqi kulturasına və repinə xitab eləməyin bu kitlə və ona görə bilmirlər. Amma əslində həqiqətən yəni belə dinləsən, hətta Pastor'ın Rıza ilə treki Parıltı orada da elə Nежност'in şeyi idi, sample idi də.
Aynen. Yəni Daha doğrudan Paraltıda Amalya. Amalya Şamxal yığmışlar. O da yeni də o rus Hə. sektoru var bu da. Yəni hostu götürək, yəni Caspian klanının özünün, yəni Əlbəttə məktəb Cherry olub Pentrekləri zət. Hə, əlbəttə ki, o şeyət var. Biz necə bura gəldik vəbşə? Biz mindik metroya gəldik zaman. Metro da işləmir, təhsil qəbul takılmışıq. Olmuşdu metroda. Nəsə reyslərdə problem, reysə düşənmirdilər. Yəni o da elə taksilər qiyməti qaldırıb. Vallahi. Bir anda qoydu da. Sagopa ilə axırıncı salım var. Bəs neçə vaxtdan sonra bir anda comeback elədi. New School vibe-ın azadına girmişdi. Şeydə Avtotune azaddan treklər buraxdı Sagopa. Var elə axırıncı albomların 2019 albomu. Aysa o Sagopanı bəyənirdim. Mən Bütün işlərini bəyənirəm. Ona orada artist Sagopanı kimi- bəyənməyə başladım. Çünki İmin qoca yaşında gəldi New Sound-da biraz çox şey eləyə bilər, amma adam istədiyi bir şey eləyir. O artist var, o nədir kütləyə işləyir, artist var, işləyir, kütlə onu qəbul edir. Sagopa məncə o artistlərdən. Sən də cazadan böyük artist o. Sagopa kütləyə Bu işləmir. müzakirə olunacaq səbəbdir. Yəni cəzadan böyük deyə yox. Fərqli şeylərdir də. Yəni onları müqayisə eləmək məncə düzgündür. Stop. Sagopa kütləyə işləmir. İşləmir. Oh, come on Altay. Come on. Sagopa o soundu sırf kütləyə işləmək üçün elədi. Çünki o sound Türkiyəyə daha yaxındır. Nəinki Cəza, nəinki Anıl, nəinki Batuflex. Mən deməzdim. Onda sən Sagopadan az iş dinləmisən. Yaxşı. Basta kütləyə işləmir. Rusiyaya götürürlər. İşləyir. Kim yaxşıdır? Basta yoxsa Smoky Mo? Basta. Rap cəhətdən. Basta. Oh, come on. Prodüser bax. Oh, come on. Bu biz sən bir dənə Basta. Smoky Mo da əcdahadır, amma Basta hələ də karate yazmayıb. Ümumiyyətlə Rusiya rapi Smoky Mo-dan Nagano kimi hələ heç nə Nagano, eləmir. Nagano şutkadır, Olin Napopa. Sansara treki himn olacaq. 100 ildən sonra. Sansara. Amma Smoky Mo-nu 100 ildən sonra kimsə dinləyəcək, müzakirə olunacaq mövzuda. Basta çıxır ki, mən hər mənim albomumu istəyirəm ki, karatəyə oxşadım. Prosta məndə alım var. Olsun da o deyə bilərdi. Respekt olaraq deyə bilir. Yəni ki, Adı bu podkastda mən elə söz deyib ki, prosta qorxuram ki, bir də daha bu ilə danışmaq istəmirsən. Qayıt rahat. Şeydə ekspert Bastadan güclü reperdir. Yəni qayıdıb burada. Bizdə ekspert var. Rapper olaraq Basta güclü rapper. Belə şey mən 3 gün yatamamışam. Hələ də qafiyə eləyənmir Basta. sən niyə hər şey qafiyəyə bağlayırsan? Elə reperlər var. Niyə brat? Elə şey bayaq Hassaydan misal çəkdin. Yəni elə mənanı vurur ki, yəni artıq orada sən qafiyə düşünmürsən belə. Cəzanın özündə trek qafiyələnməni elə fərqli yerə salır ki, sən ancaq yazıda görə bilərsən cəzanın özündə ki, burada qafiyə. Yox, mən cəzada eşidirəm o qafiyəni. Sən niyə o nədir? Sən türk dilini daha yaxşı bilmirsən deyə bəlkə də ona Ola bilər. Sən ancaq o nədir? Qafiyə biz Amerikan dilini rapi dinləyəndə çox şey başa düşməyəndə qafiyə tutdum deyə bilirik. Amma mənaya qulaq asan artıq qafiyə səndə ikinci plana düşəcək. Yox, mən onu demirəm. Dünya ki, Bastan qafiyələri çox zəifdir. Bastan düzdür, bəzi trekləri var ki, əlbəttə ki, mənim xoşuma gəlir. Amma Bastanın da ən partladan treklərdə çox nəinki qafiyə zəifdir, cümlənin quruluşu çox bəsitdir. Həddindən artıq rus dilindən, o boyda zəngin rus dilindən Basta istifadə etmir. Adam 3 personajla rap deyir. Məsələn, 3 personajla brat Olin Napopa demək yəni çox ağıl tələb eləmir də brat. O New Sound da şey deyir. Brat, əsl Basta Rhymes, Dr. Basta Rhymes deyir. Estağfurullah. Basta. Nənə sən o. Basta. Yəni elə bir yüngül var idi Dr. Dre valnasındadır da brat. Copywriterlar, nə bilim onlar, bunlar, ghostwriterlar, zatlar. Gazgolder'dan qabaq, Gazgolder qabaq Basta Rhymes Maya iqra trekində. Maya iqra trekində. Trek çox Urban pis mahnıdır. Urban çox pis mahnıdır. Brat, Sansara kimi rus rapinə gələn bir trek o. Sansara ni rapçı. Sansara rap deyil axı. O şansondur Sansara. Ayağınızım üstəmi. Big trackdir. Mən hələ də qulaq asıram. Amma bu rap deyil. Amma olsun, amma rap eləmək asandır nisbətən. Onu eləmək çətindir bura. Yox. Rap eləmək asan deyil. Mən həmişə bunu deyirəm. Bir dəfə Murad Əlifin verilişində də bu sporumuz oldu. Düzdür, kameralar çox sızılmadı, o montajda kəsildi. Orada bir dəfə Cavan Zeynalı çıxdı dedi ki, yəni rap gimnastikada çıxırsan, gimnastika edirsən. Mən də yüngül var ilə mırtdaşdım və bir də trekini qoşdum, başladım gimnastika eləməyə. Qəşəng. Və Murad Əlif dedi ki, bu belə musiqiçidir falan. Başladılar biraz nimnoşkada.
Burada Arif yəni öz tərəfindən demirdi. Prosta elə bir kütlədən gələn bir sualı mənə vermişdi. Yəni repi biraz aşağılayırlar və bu yaxınlarda bir xanım var, adı yadından çıxıb. Mən bunu yadına saxlamalıydım çünki mən bunu podkastda demək istəyirdim həmişə. Xanım çox əla coverlar eləyir Azərbaycan dilində. Elə bir Adele mahnısını, Justin Timberlake'in Azərbaycan dilinə bacardığı qədər çevir. Hə, çox. Və sonra Mockingbird elədi Eminemin. Çox pis. Çox pis də yəni. O boyda notları tutan xanım Eminemin ən sadə flow-unu belə eləyə bilmədi. Onun bacarığı bura. Kim elə bilər? Lüboy gətirin mənə bir dənə opera ifaçısını. Heç kəs o mən demirəm Eminem gedib opera oxuya bilər, amma Eminem demir ki, opera inadı. Amma rap demək olmaz ki, rap eləmək asandır. Rap eləmək asan deyil. Rap eləmək asan olsaydı, sən o qafiyəni kəşf etməzdin. Səndən qabaq kimsə onu eləyərdi. Deməli səndə o istedad var ki, sən bunu eləmişdin birinci. Səndən sonra bunu nə bilim, A4 elədilər, Efraimin də elədiyini. Onda da belə çıxır ki, hər kəs Efraim kimi eləyə bilər. Yox. Hər kəs pastor kimi edə bilməz. Yəni bu istedaddır. Biraz mən rapin zaşitnikayım biraz. Bir haysa Maldini brat Banucci sənsən. Ezel Müftəzəl albomu çıxanda, yəni baxdın, yəni orada daha çox trapdən boğazlar, yəni şeylər falan. Yəni onlar hamısı raplər arasında pozitiv qarşılandı. Çünki o çətin bir şey idi məncə, yəni onu eləmək. 100%. Yəni o nöqteyi nəzərdən deyirəm. Hal-hazırda mən az rapə qulaq asıram. Monoton şeylər, düzdür, mövzular fərqli falan, amma hər şey monoton gedir. Fərqli sound yoxdur. Fərqli sound olması üçün nə lazımdır? Vokal dərsləri lazımdır. Özüm rap dərsini verən lazım deyil. Yəni ki, rap dərsini qulaq asıb öyrənə bilərsən yoxdur. Amma vokal dərsini verən lazım. Əgər sən bunu eləmək istəyirsənsə, məsələn, sən trendə çıxmaq istəyirsən. Süni intellekt gəlir, ona da ehtiyac olmayacaq. Bizdən birazdan yəni səni də süni intellektə əvəz eləyəcək mənə. Oturacağıq burada bura. Özümüz orada oturacağıq və danışırdı orada. Bu yaxınlarda məsəl üçün Yaponun səndən qabaq, yox, 3 podkast bundan qabaq. Yapon qonağı idi bizdə və Yapon bu mövzunu açdı ki, yəni mən də biraz inkişaf eləmək istəyirəm. Mən bilmirəm niyə görə mahnı oxumaq inkişaf eləmək deməkdir. Məncə raplə də inkişaf eləmək olar. Kendrick hələ də təmiz rap deyir və hələ də inkişaf eləyir. J. Cole hələ də təmiz rap deyir və yenə də inkişaf eləyir. A$AP Rocky həmçinin. Söhbət bundan getmir. Və romantik albomu çıxdı bu yaxınlarda. Yapon çox əla mahnı yaza bilir. Bunu sübut eləyib Aygün Kazımovaya, nə bilim, Lalə xanıma, ora-bura və hamısı Techboss-da on production. Hamısı da hit olub. Hamısı hit olub. Yapon yəqin başa düşdü ki, halbuki bu da verilişdə başqa şey deyirdi bizə ki, yəni mən albomda daha çox belə rap stilində falan nəsə eləyəcəm. Məsəl üçün bu yaxınlarda Rio'nun The Hard soundtrack çıxdı da, İrad İbrahimovla. Yəni dedi ki, o tipdə, amma Rio orada təmiz rap eləyir. Sadəcə İrad İbrahimovun Kusoku nəqarətdə oxuyur. Milyon yığdırdı. Və sən də Rio'nun xeytirisən. Və mən də fikirləşdim, Yapon da bu tərzdə nəsə eləyəcək. Öz hissəsi rapdə, amma Yapon biraz oxumağa meyilli oldu. Və sən demişkən o vokal dərsləri çatışmamazlığı özünü büruzə verdi həqiqətən. Mən buna qarşıyam. Yəni okey, sən inkişaf eləmək istəyirsənsə, əlbəttə sən get. Şuurlu şəkildə, planlı şəkildə həll eləməlisən. Seibu da son vaxtlar rapdən uzaqlaşır. Mən çox yan tökülürəm. Çünki mən Seibunun həqiqətən dinləyicisi. Əksinə çox sevirəm. Bəyənirsən Seibunun son işlərini? Bəli. Əzbər bilirəm. Hansı işlərini bəyənirsən? Gəl bir dənə misal. Seibu da bizim qardaşımız. Bir misal. Aysel xanımla eləyən trekdə. Aysel xanımın oxuduğu trekdə, mahnı oxuduğu trekdə yəni sən mahnı oxumamalısan. Çünki sən həmişə ona zəif olacaqsan. Çünki Aysel xanım konservatoriyadır. Yeriyən konservatoriyadır. Sən yeriyən konservatoriyanın yanında... Yəni Seibunun vokal təsiri yoxdur demək istəyirsən? Əlbəttə. Ciddən yoxdur, mən bilmirəm. Ona görə sual verirəm. Mən bilən yoxdur yəni. Yəni yoxdursa onu eləyə bilirsə halal olsun. Yəni sən bəyəndin onu vokalı? Bəyənirəm. Mən bəyənmədim. Onda zövq məsələsi. Amma Fərdi ilə Azərbaycanlı var, Rusiyada yaşayır. Mənə o xoşuma gəlir. Burat Fərdi ilə Seibunun girişi var ha. İkinci kupleti Fərdini orada yox eləyir Burat. Seibu ora elə girir. Yox, Orxan Qarabasma ilə Seibunun hansı trek idi? Ən birinci. Mənim o, yox Dünyam o. Səndən bir müddət ayrı qalmaq bilsən necə. Mən 2 dəfə Seibunu orada kəşf eləmişəm və demişəm ki, orada yəni indiyə qədər Azərbaycanda belə bir şey eləyən yoxdur.
Və Seybo ilə təsadüf Dünya görüşündə mal. dedim ki, yəni biraz üstünə qoysan səndə çox yaxşı bir şeylər alınacaq. Yəni Seybo zaten artıq buradaydı. Seybo prosta bir addım lazım idi ki, Seybo belə atlansın. O Amma prosta Seybo atlandı, burada atlandı. Qaqaş pul qazanmaq istəyir də. Nə Düz üçün eləyir. sən də? yox nədən hansı trik? Qardaşım, Pitbull 2 dənə underground albom buraxıb, yəni rap üzərində, ya heç kim onu tutdu da. heç kim də rap olaraq onu tanımır Pitbullu. Hə. Amma məsəl üçün başladı duetlərlə, J-Lo ilə, oynan bu ilə duetlərə başladı, nə bilim, Qaynatdı o qoyunca. Pitbull ondan sonra tanıdı. Adam göstərdi ki, mən bunu elədim, dinləmədiniz. Amma mən bunu da eləyə bilirəm. Yaxşı da, Bu saat Pitbullu bəyənməyənlərə mən qəribə baxıram ki, necə bu adam, 100%. yəni ki, bunu da eləyə bilir, bunu da eləyə bilir. Altay, Pitbull, Jennifer Lopez, nə bilim, sonra kimlərlə fit var idi? Odur, budur, Katy Perry'dir. Onların sayəsində partladı. Yox. Pitbull. Onlar Pitbull trenddəydi deyə. Yox. Niyə Bonbon treki birinci partlamışdı. Birincisi. Ondan sonra başladılar. Birincisi, Pitbull oxunmağa başlamadı. Rap Pitbull sadəcə eyni rapi, prosta başqa bitlərlə elədi. Undergrounddan çıxdı, çünki Pitbull bəlkə Nas fanatıdır və ümumiyyətlə Naza görə rapper olub Pitbull. Sadəcə başa düşüb ki, yəni Latin Amerikada kim oxuyur, hamısı partladır. Mən niyə partlatmıram? Mən nə qədər olar buna? O prosta musiqinin tərzini dəyişdi, amma mikrofona eyni Pitbulldur. Mən də ona deyirəm də, misal üçün Mövzu fərqlidir. mövzu əlbəttə ki, Çalkalazat temalarıdır da yəni. Yox ki, mövzulardır da, belə də, içki, parti, marçat, amma tərs eynidir. Mən də onu deyirəm də. Hər gecə əyləncəsən. Yəni 50 Cent də Candy Shop oxuyanda, birində Many Men oxuyur, birində Candy Shop oxuyur, amma Candy Shopda oxuyanda axı Candy Shop'u bana Candy Shop 50 Cent demir axı. Bir dənə müğənni çağırır. Bu yeri sən deyəcəksən. Qanunca mən rap eləyirəm də. Mən də eynisini deyirəm bizim reperlərə. Düzdür, o planlı şəkildə, yəni bir şey edirsənsə, yəni bunu professional şəkildə eləmək tərəfdarıyam. Yəni təhsil almalısan minimum. Sən Aysel xanımdan başqa trek səs çaldın sən. Bilirəm. Mən hansını dedim? Bilirəm. Klipi olan yox, klipi olan çox pikdir. Klip olanı eşitmişəm mən. Klipi olan çox pikdir. İkinci treki var. Orada Gəlim Azərbaycan ritmləri ilə bir dənə 6-8 idi və 6-8-də mən Seybodan gözlədim ki, Aysel xanım çox əla ifa elədi. Mən gözlədim ki, Seybonu çox pik bir dənə gələcək. Bir də baxıram Seyboda oxuyur da orada da yüngülü var belə oxuyur. Amma bacarır da, brat. Niyə danırsan? Çünki Seybo içindəki rapper öldürməməlidir. Çünki sən Seybonu raplə tanımısan. Yox, çünki mən çünki Seybo kimi rap heç kəs eləmir. Və sən bunu, yəni arxaya atmamalısan. Sən bunu inkişaf Adam onu eləyib də, yəni görür ki, inkişafa getmir bu. Qulağı Dinləyici dinləmir bu. Sənin kimi, mənim kimi adamlar azdır. Albomu yoxdur Seybonun. Bu albom çox çətin məsələdir. Sən Bir dənə albomu try elə, bir dənə albomu try elə. Bax gör nə alınır da. Ancaq o qədər yanar var ki, albom çox gətirmir axı. Gətirən turdur, konsertdir. Mən başa düşürəm. Konsert də eləmək olur. Albom buraxandan sonra konsert də eləmək olar da. Və sən Niyə single elə düşsən? Seybolan singlelar demək olar ki, hamısı partladı be. Hamısı demək olar ki, trenddə olub. Gruz var treki Azərbaycan tarixində 10 dənə trek varsa, Gruz brat treki onlardan biridir. Heç rapə qulaq asmayan adam da ona qulaq asır. Mən var idi. Nə qulaq asır? Gruz brat. Zaten mən elə rapə qulaq asıram. Rapə necə rapə qulaq asmayan adamlar ətrafımdan gətirib dinlədəndə xoşuma gəlir ki, yəni elə tanıya bilirəm yeni rap artistlərini. Hə, rap qırağa çıxanda da biraz. Qıraqdan mənə dinlədəndə bilirəm. Və artıq necə ki bir dönəm var idi, hit olmağı YouTube yox idi, başqa platformalar yox idi. Hit olmağı hansısa bir maşında kod verəndə eşidirdi. Bu hitdir. İndi də elə bir dönəmdir ki, yəni kimsə gətirib səni dinlədəndə bilsən ki, bu adam bu şey dinlənilir ki, sən qulağa gəlir, çatır. Mən də mən qulağıma gətirib qulağsan gəldi ki, X-Fitness trekini eşitmirsən. Epinin heç bir trekini eşitməmişəm, amma qızımın sayəsində, qızımın dostlarının sayəsində Epi də dinləyirəm. Yəni ki, dinlədirlər mənə ki, belə bir şeylər var. O prime dövrləri veçində, yəni Epi mənə görə yeganə şeydir ki, məktəblilər arasında sevilir, dinlənilir. Düşmür də, heç vaxt aşağı düşmür. Epi bir dəfə də olsun aşağı düşmür. Aşağı düşmür. O həmişə kiminsə qulağında var. Hətta Azrap indi çox belə sönüb. Həddindən artıq sönüb. Yəni Azrapi bir sənə necədir? Bilmirəm mən bu haqda. Elə bir belə ipdə saxlayıblar da. İndi ip burdadır. Niyə elə düşünürsən?
Yoxdur, trek yox. Bildiyim qədərilə ekspert albom qayıdıb işləyir. Yox. Heç biri xoşuma İşləyir, gəlmədi. yəni də Yoxsa buraxıb artıq. Yox, dənə iki trek dənə buraxıb. trek buraxıb zad. Yəni də deyirəm, hər şey dəyişdikcə çox gec buraxır. Məsələn, ekspert bəlkə də 1 ildir, son idi, heç nə eləmirdi. 1 il yarımdır zad. O birisi artistlərdə, Pastrada axırıncı Battle-dan sonra o Paşti 1 ilə yaxın olur da, yayda 1 il olacaq. Heç nə yoxdur ortada. Yəni də deyirəm də ortada olan epidir. Oradan Yəni sönüb olaraq onu demək istəyirsiniz ki, yəni yeni bir şeylər yoxdur da. ortada heç nə yoxdur. Yəni müzakirə Son biz 3 ildir belə. biz məsələn 3 ildir də. 3 ildir. 3 ildir yoxdur. təzə məsələn podkast başlayanda hər dəfə Onda çağırırdı. işləyim də momentdir. 100% Daha bir dənə o albom deyirəm. işləyir. 100% bro. Onun kısaca yolu da var. 100%. Sən gərək studiya və evdə qurasan. Aynen. Bu haqda fikirləşmişəm. Sən Evdən çıxma. özdə indiki dövrdə o çox baha da çıxmır. Çox kompaktlı bir qiymətə gəlib çıxır evdə özün qurmaq. Elə proqramlar da var ki, çox asandır. Heç sənə nə səs rejissoru, nə beatmaker də lazım deyil də. Yəni Hər şey süni intellektlə yox, inkişaf süni edir. intellekti də qoysan qırağa. Yəni ki, bir dənə lap evdə zaps elədin, göndərdin elə bir ki, hansısa bir studiyada zaps eləmisən də. Və Əlix bax o studiyamızı quracaq. Hə, yəni yaşda yığ da. Ora gətirir də. Bu da mənim vizit kartım. Təşəkkür yəni ki, ancaq elə. Çünki doğrudan var elə insanlar ki, işdir, nə bilim şəxsi həyatla musiqinin bir yerə gəlmir də. Yəni ki, musiqi uduzur albomu, çünki nə burada istədiyin qazanc var, nə istədiyin enerjini ala bilmirsən. Ona görə evə deyir, если до Yuvana Petrovna qayıt. idет к нам, мы идем к Petrovna da. Ya da yumalanma yuvana qayıt. Onu bilmədim. Mən biraz elə şeylərdə O rhyme scheme-dir brat. Ya mənim trekimdir. Yuvana qayıt. Harda olsan yenə də Görürsən. yuvana qayıt. Yuvalanma, yuvana qayıt. Eyni bir cümlədə 2 dənə eyni qayıt. Onda sən doğrudan da qayıtmalısan. Təcrübə bunu sən yazmısan. Yuvana qayıt. Hə, sən Yuvamdayam axı. Ya onu nəyə biz Çexiyadan A4-ü gətirərik. Ya sən əgər belə pastayanla dəstək olan. A4 burada da mən bilən. Yəni bilmirəm veriliş nə vaxt yayınlanacaq. Hal-hazırda burdadır. Çünki Doğru. görüşməliyik. Ha, Samiri qırıb yağırdı. Onu gərək deməzdim. Kısaca Çünki görüşməliydik bu həftə. Timboli də A4 də burdadır da. Məncə də əsl vaxtıdır. Timboli rap podkastda da. Ya A4 kimi bir-iki dostum var. Həqiqətən məni studiyaya getməyə həvəsləndirir. O gediş var Eminlə. O studiyaya bir dənə ceb çatmaq, o puç da çox çətin. Brat, deyə bura. mikrofona qədər Trubkamı da deyirsən ki, yandıracam, tökəcəm, mikrofona gəlib çatanda deyirsən, brat, niyə buradayam? Mən niyə bunu eləyirəm? O mikrofon. Bratka necəsən? Bədi Gör kimlə oturmuşsan? Bədiyirsən Bakıdayam. Bakı şəhərinə oxşamır deyəsən. Bəs sən Bəs Ağ mən niyə insanlar. demirsən? Ben konuşmuşam bırak. Aa, sən soruşmuşsan. Alda sən soruşmuşdun. nəyi? Ay Allah saxlasın, canca. Can. Altay soruşub səndən. Sadəcə gözləyəcəm bu podkastı. Mütləq brat, mütləq. Davay brat, öpürəm səni. Davay. Zor qırmısan ağam Orxan. Əsl uçidir. Uçidir. O soruşmusan sən, mən nə bilim. Düz deyirsən, bağlısan, sən soruşmalısan da ki, müəllim, haçan gəlirsən, burdasanmı? Yo, məncə gələn özü deməlidir ki, buradayam görüşək. O da. Mənə deyib şəxsən. Sənə deməyib. Görsən? Sənə deməyib. Görsən? Mən как мог Kozar brat. Это вот здесь Kozarov ya. Spasat eləmək istədim. Все da brat, A4 burada, biz burada, studiya burada, bit burada, trek burada. Məncə bu illəri produktivliyin olmalıdır brat. Davay da Altay. Qayıtmalısan, qayıtmalısan. Ki doğrudan old school rapperlərdən indi bilməm xətrinə dəyəcək bu söz old school rapper. Çünki biz biraz yeni nəsil idi Səbaxandan. Bizə görə sizin pokoleniya old school sayılır. Köhnə yoxsa? Köhnə deyəndə ki, yəni pokoleniya. Klassik. Klassik də pokoleniya baxır. Köhnə olmasın. Sabah xanım kimdir? Köhnə olan zaten Sizə dəyərli. baxanda dedi. Sabah xanım dedi. Səbaxan nə? Sizə baxan. Çünki biz biraz yeni nəsil idi Səbaxandan. Bizə görə sizin atsan toyuq istəyirsən. Yox, burada qafiyə maşını oturur burada. Ona görə qafiyə tuturam da bura. Sabahanda Sabah xanıma. Tutur da bura da belə. Sən amma qayıtma rəpə. Sən belə fikirləşsənsə qayıtma. Tak işte Murat. Aycan. Bu illəri məncə sənin ilindir. Bu il tutuzduracaqsan. Timboli Spotify zad da biz düzəldəcəyik. Reverb Nation-dan çıxardacaqsanız düzəldəcəyik. Gör harda qalmışam Reverb Nation-ı. Gör harda qalmısan yox, heç biz onu bilmirik.
Sən Bəlkə sən bizdən qabaqsan, heç nə bilmirik də. O vaxt Spotify-dan birbaşa player tunlamaq olur Facebooka. Instagrama olur, Facebooka bilmirəm. Instagrama. Biz prosta Yo, Instagrama da status qoyursan da. Facebookda da olur. Facebookda desən olur. Full track qoymaq olmur yo. Yox, full Sən track. deyirsən Facebookda full track-ı? Qardaşım qoy orada play bas dinləsin də, yəni sən qoy. A, yox, belə deyil axı. Amma Reverb Nation-da olur. Amma Reverb Nation sənə pul gətirmir. Spotify nə qədər gətirir? 3 qəpik. min dinləməyə. Bir dinləməyə deyəndə ki, indi orada Bir YouTube eləmə yox, var. 10. Ştuçnu. Amma heç olmasa o 3 qəpik, 10 qəpik, 1 manat, 2 manat nəsə sənə görsən ki, heç olmasa var. Yox, bro, yəni Facebookda nəsə. kimdir mahnı dinləyən? Facebook ölüb. Amma bu arada Facebookda ancaq girmişdim status. Spotify artistə girmişdim keçən dəfə. Gördüm xarici ölkələrdən də dinlənmələr var. Var, конечно var. Azdanma var. Bizim podkastlara məsələn Polşa, Almaniyada özümüz biz də baxırıq statistikaya, yəni biz də təkcə Azərbaycandır. Bizdə ikinci ölkə Almaniyadır. Almaniya nə qədər məsələn burada qalan qardaşlar, oxuyanlar, nə bilim, tələbə ya köçən adamlar YouTube açıb nəsə Azərbaycan dilində qulaq asmaq istəyirlər. Yəni var da bu inkişafdır, gətirmişik bura qədər. Bir dənə qalıb ki, köhnələri də dartaq çıxardaq undergrounddan ki, davay da. İndi keçək bizim rubrikaya. Bir dənə rubrikamız var. O yoxsa bu. İki reperin adını deyəcək sənə, birini seçəcəksən də öz zövqünə uyğun. Öz zövqümə uyğun. 100% konuşdu. Onu qeyd eləyin ki, yəni. Amma mikrofona yaxın brat. Tamam. Bəziləri bəlkə tanımayacaqsan amma. Hamısını da tanıyır bura. Görək də. Buster yoxsa Qaraqan? Buster. Naton yoxsa FTB? Dinləməmişəm Naton. Eşitmişəm amma heç birini dinləməmişəm. Amma deməliyəm. Dinləməmişəmsə necə deyim? Heç biri. Efraim yoxsa Epi? Efraim. Orxan Qarabasma yoxsa Seybu? O, Seybu. Yığacaq Orxan. O bilir. O mənim səmimiyyətimi. O mənim səmimiyyətimi bilir yəni. Okaber yoxsa Expert? O, bu da müzakirəlidir. Expert. Elşad Xose yoxsa Dəyirman? Dəyirman. O, qəşəng. Zövq məsələsidir. Dəyirmanda ən çox kim? Desəm inanmazsan. Milyoslar, Səncə? Abdullah. Abdullah. Abdullah Krasavçık. Mən Elmiri bəyəm. Elmirin son albomuna qulaq asmısan ümumiyyətlə? Vilka. Bir-iki treklə dinləmişəm. Yox, nədir o çəngəl? Cəhusuna və bir Yəni bir xəddik. Vilka kimi yazdı. Qulaq asmamısan? Yox. Bir-iki trek eşitmişəm, amma Gəjdaha da yəni. Yəni Atec, Orxan Zeynallı yoxsa Promete? Promete. Tibu yoxsa Tefo? Heç birini dinləməmişəm. Yox, Tibun da adını eşitmişəm də, yəni treklərini bilmirəm. Kimi deyək? Sagopa yoxsa Ceza? Yəni ciddən, yəni dinləməməyim mənim qəbahətimdir. Gərək dinləyərdim köhnə bir MC olaraq. Yəqin ki, üzürlü sayarlar. Bəs Dado yoxsa Uran? Uran. Yəni Dado ucuzluğa görə yoxdur, amma da əsas Uran. Dado da candır, amma ya sənət olaraq Uran. Və axırıncı. A4 yoxsa Cəza 22? Cəza 22. Reperin egosu indi görsən kimə zəng vursan, kimə zəng vurmursan. O da ona görə zəng vurur. Ya, Çünki o da Cəza 22 seçər. Ya həmişə mənə ilham olan artistlərdən biri olub Azrap'da. Yəni əminəm ki, mən də ona ilham olmuşam, amma nə bilim ya. Gərək özümə qiymət verməzdim. Bunu kəsir. Yox, Azərbaycan ümumiyyətlə replərdən egoları həmişə olmalıdır, necə ki var. Ya səmimiyyət hər şeydən üstündür əlbəttə. Yəni ki biz burada artist baxımından mən burada artist olaraq yox, dinləyici olaraq qiymət verirəm. Dinləyici olaraq onda yenə də Cəza 22. Dəyişir də yəni. Ya şimdi ola bilər ki, indi sən trek çıxartmadın, eləmədin falan, heç olmasa bizim üçün bir freestyle hədiyyə qoyub gedəsən bəlkə. Freestyle dövrüdür. 10 ildir mikrofonumuza. 11 il deyil ki. Bitkoş. Bitkoş. Ya. Game over, you lose, hayatın ucuz, get ve sigortalı ol Jennifer Lopez. Geyri tuz, gey bilət, ol ey bəcər. Millət diqqəti eləyir ey bəcəb. Tapancamın gülləsi sənin üçün deyiləcək. İflic edici təsir edirəm beyinə cəld. Çox sözüm var özüm barədə deyiləcək və məni yaxşı tanımırsan.
Geriyə çəkeyim və qorxsalma zarafatda. Sənin kimisini çox görmüşəm, hələ salamatam. Təslim ol ki, yol vermə təlafata. Qərb Bakı Kruye real motherfucker. Real motherfucker. Dayışı уже bu illəri bunu çıxartmalısan. Bu brat Bu çıxır da. özü Rus albomunda çıxır. Rus albomu. Ha, Ruslarla duetdir. Kim var idi məşhurlardan var idi? Kim? Ya məşhur deyildi, Zlatoust rapperləri idi, undergrounddan onların albomunda çıxır. Fit idi ha onlar. Fit idi. Deyirəm də mən eşitməmişəm. Sən eşitmişdin ki? LP Rasim eşitməmsən. Undergrounddan. Cazan trekini tapmaq üçün gərək internetdə axtarasan da. Çeriz Zuckerberg gedəsən. yazasan Facebookdan çıxar. Elə yaxşıdır dostum, məncə. Şirniyyat qalmadı. Brat, bu stol. Mən ona stolda şirniyyat qala bilməzəm. İstəyirsən göndərmişəm. Zordur.